Deməli 1 var idi orada deyəsən, əgər səhv görmədimsə. Varmı? Ədədin deyir Birdən 5'e kimi baxın. 1-dən 5-ə kimi, ay maşallah. Nə deyir orada? Yazıb ki, ədədin 2 rəqəmli ədədin ən kiçik sadə ədədə olan nisbəti 2 rəqəmlə ən kiçik ədəd nəticədir 2. Olan nisbəti ən kiçik tək sadə ədədin 3 müçisi olarsa, ən kiçik tək sadə ədəddə uşaqlar 3-dür də. Ən kiçik tək sadə ədədin, yəni 3-ün 3 misli. Bu da neçə edir? 9. Yəni nə isə 2-yə böləndə 9 eləyirsə, ədədin 2 rəqəmli, 2 rəqəmli deyim ki, heç ona fikir vermədim. 2 rəqəmli ən Bir kiçiyi də var 11-dir. mı? Ona çıxmamışdıq. 11. Ədədi 11-ə böləndə 9 eləyirsə, ədədimiz hansıdır? 99-dur. Olacaq Y variantı. 2-də deyir ki, rəqəmləri cəmi 23-ə bərabər olan 4 rəqəmli ən kiçik ədədin. Uşaqlar, rəqəmləri fərqli demirsə, rəqəmləri götürə bilərsiniz. Yəni ola bilər ki, orada 1 ilə başlayaq. Ən kiçik dediyinə görə axıra mən 9-ları qoyum ki, bu tərəflər balaca olsun. Ən kiçiyinə görə 1 ilə başlayım. 0-la başlamaq olmazdı. İndi 23 olması üçün zaten 18 buradan, 1 buradan. 19 neçə çatmır? Olacaq bizə burada 23-dən çıxacaq 19, 4. Nəyi soruşur? 4 rəqəmli ədədin yüzlüyü və təkliyi. Yüzlüyü 4-dür, təkliyi də 9-dur. 4 vur 9-da eləcək 36. Bu da olacaq bizdə A variantı. 2 Yəni ilə 4, bağlı sualı. Bəli. 4'ü necə tapdıq? 4-ü elə 23-dən çıxdım 19-u, yerdə qalanı tapdım da görüm neçə qalsın yerdə. Cəm 23 Aha. olmalıydı axı. Bir də zəhmət olmasa biri yenidən izah edə bilərsiniz. Bax, birdə deyir ki, 2 rəqəmli ən kiçik sayda o hansıdır? 11. Ən kiçik sayda 11-dir. Ən Hı. kiçik tək sayda da 3-dür. 3-ün 3 Bir misli deyil. olması 9. Necə? Bir. Bir sadə deyil axı, bir nəsədən mürəkkəbdir. Aha. Ona görə 11-ə böləndə 9 eləməlidir. O da 99-dur. Çox sağ olun. Sən də sağ ol. Uşaqlar 8-də, daha doğrusu 3-də ardıcıl 8 nə demir? 8-in yazın getsin də. X plus 1, x plus 2. Bunu yəni 8-dən yazmaq lazımdır sadəcə. Başqa heç nə. X plus 3, x plus 4, sonra x plus 5. Yəni belə gedirsiniz, amma 8-dən eləyin ki olsun. X plus 6, sonraki x plus 7. 7 dayanırsa artıq 8-dən oldu. Baxın bu birincisi, ikincisi, üçüncüsü, dördüncüsü, beşincisi, altıncısı, yeddinci, səkkizincisi. Bərabərdir 164-ə. İndi o da həmlində 8-in x olur. 1-dən də 7-yə kimi cəmləri deməli 10, 15, o da 18. Daha doğrusu 10 da 18, 28 edir deyəsən. 8x plus 28, 164. 164-dən 28 çıxıb 8-ə bölmək lazımdır. Onda 8x bərabərdir 136 edir deyəsən o. 136 baxsaq, 156, 136. Böləndə də 22. 22-nin 17, 22 çox edir. 17. 80, 17. Nəyi soruşur bizdən ən böyüyü? Ən böyüyünü uşaqlar tapanda 17-nin üstünə 8-i gəlməlisiniz də. Daha doğrusu 7-ni. Ən böyük çünki x plus 7 idi. 17 üstə 7 də olacaq 24. Deməli ən böyüyü 24-dür B variantı. 3 ilə bağlı bəs sual olar. O da yoxdur. Gəldik 4-ə. 4-də nə deyir? Bəs deyir ki, ədədin 2 mislinin 4 əksiyinin üzərinə. Tutaq bu ədəd x-dir. Ədədimiz x-dir. Yazaq da burada. Bir çəkin ki, bizə yazmalı yerimiz olsun. Ədədin 2 misli. Oldu 2x. Və onu deyir ki, 4 əksiyinin üzərinə. 4 çıxdı. 2x minus 4-ün üzərinə ədədin 4 mislin, yəni 4x-in 10 artığını əlavə edib 6-ya böləndə birinci əlavə elə görə neçə? Əlavə eləsi olacaq belə. 6x plus 6. Sonra da uşaqlar deyir ki, bunu 6-ya böləndə, 6x 6-ya böldünüz x düşdü. 6-nı da 6-ya böldünüz 1 düşdü. Arada toplama deyib, burada toplama düşdü. Yəni x plus 1 oldu. Ədəddən bir dənə artıq alındı da, bir dənə çox. Bu da olacaq B variantı. 4 ilə bağlı bəs sual olar. O da yoxdur. Yaxşı, gəldik 5-ə. 5-də deyir ki, uşaqlar ABC ədədini sağına 8 yazdıqda alınan ədəd soluna 2 yazdıqda alınan ədəddən 3 dəfə böyükdür. Baxın, sağına 8 yazıram. Olsun belə ABC 8. Soluna neçə yazır? Soluna isə 2 yazır. Soluna da 2 yazdı. Oldu belə 2 ABC. Neçə dəfə böyükdür? 3 dəfə böyükdür. O zaman bunu 3-ə vururuq. Vurulsun 3. Bərabərdir o birinə. İndi uşaqlar S-ni 3-ə vuranda 8 elibsə S-miz neçədir? Nəyi 3-ə vuranda 8-dən qurtarır? 6. S-nin yerinə 6 yazıq. S-lər 6-dır. Sonra B-ni 3-ə vuranda 6 ilə qurtarmır uşaqlar. 6 üçün 18 yadda 1 qalır.
Onda B-ni 3-ə vuranda əslində 5-dən qurtarmalıdır ki, yadda 1-dən 16 olsun. Nəyi 3-ə vuranda 5-dən qurtarır? 5-in özün. B-miz oldu 5. Yenə yadda 1 var axı. Onda A-nı 3-ə vuranda əslində 4-dən qurtarmalıdır. Nəyi 3-ə vuranda 4-dən qurtarır? 8-i. Onda bu 856 imiş də. 856-nın sağına 8 yazıb olub 8568. Soluna 2 yazıb olub 2856. Və həqiqətən də vuranda düz gəlir. Bizdən də bunların cəmini soruşur. 8, 5, 6 cəmidir. 8 plus 5 plus 6. Bu deyəcək 11 üstə 8, 19. C variantı. 5 ilə bağlı bəs sual olan. Bu oldu 5. Sonra gəldi 7-yə. 7-də deyir ki, rəqəmlərin cəminin 5 mislinə bərabər olan. Uşaqlar, tutaq ki, bu olsun ədədimiz. A, B. Bunun rəqəmləri cəmi nə eləyir? A üstə B. Yəni, məsələn, tutaq ki, burada yazım 23. Bu rəqəmlər nə olacaq? 2 üstə 3. Və deyir ki, rəqəmləri cəminin 5 mislinə bərabərdir. O zaman bu nəyə bərabərdir? 5 vurulsun rəqəmlərinin cəmi. Bunu əldə etsək, bunu açanda nə olacaq? 10A plus B. Bərabərdir. Yəni, bunu vurub açsaq, 5A plus 5B. Və həllində bu tərəfə keçirdik. 10A-dan 5A-na çıxdı. Qaldı 5A. B-ni də sağa keçirdik. 5B-dən B-ni çıxardı. Qaldı 4B. Həmişə belə tapanda çarpaz qiymət götürməlisiniz. Yəni, A alır sağdakı 4-ü, B də soldakı 5-i. A olur 4, B də 5. Amma bizdən nəyi soruşur? Bunların hasilini. 4 vur 5. A vur B-də 4 vur 5, 20 edir. Həqiqətən də burada yoxlasaz, 45 bərabərdir. 4 üstə 5, 9 edir. Axı 4 üstə 5-i 5-ə vuranda 45 eləyir. İndi 7 ilə bağlı bəs sual olan. Yoxdur deyəsən. Gəldik 8-ə. 8-ə şular rəqəmləri hasili 8 olan ən böyükçə ilə 8 ilə başqası qalan birdən. 8 hasil nədən ola bilər? 8 vur 1 ola bilər. Nə bilim 4 vur 2 ola bilər. 2 vur 4 ola bilər. Bunlardan ən böyücüdür axı. Onu deməli bizə 8 və 1-lərdə də 1, 1, 1, 1, axıra qədər 1. Sonsuz sayda. Sonuncusunu soruşursa sonuncu 100% 1 eləyəcək. Çünki ən böyük 8-sə, bura 8 yazırsınız. 8 və 1-lərin hasili. Bu da olur C variantı. 8-dən sual olan. Gəldik 10, 11. Uşaqlar deyir ki, 6 AB ədədi AB ədədindən 51 dəfə böyükdür. O zaman belə deyək də, AB-ni vuranda 51-ə, eləməlidir 6 AB. 51 dəfə böyükdürsə. A-nın qiyməti rahat tapma olur. Uşaqlar, A-mız 1 olmalıdır. Çünki 50-ni 10-a vuranda 600 eləyər də. Çünki 50-ni 20-yə vursaz 1000 eləyər. 50-ni 30-a vursaz 1500 eləyər. A-mız 100% 1-dir. A-lar 1. Bəs B-miz neçə olmalıdır? B-miz elə eləməli ki, 51-ə vuranda 610 neçəsi eləsin. B böyük bir şey olsa, 3-4 eləsə çox böyük olacaq. B-miz də 2 olmalıdır. Həqiqətən də baxın, 12-ni 51-ə vuraq 612 eləyəcək. 12 vur 51, 12-ni 1-ə vurdunuz 12, 12-ni 5-ə vurdunuz 60. Toplayın olacaq 612. Deməli, bizdə nəyi soruşur? AB-ni tapın, AB-miz 12-dir. 12-ni 51-ə vuranda Variantla gedə bilər deyə müəlliməsin orada. Hə, o da olar. Variantlar da qoya bilərsiz yerinə. 11 ilə bağlı başqa sual olan. Gəldik 18. 18 suallar biraz qarışıq suallardan biridir. Bunu yerinə qiymətdə qoya bilərsiniz. Qiymət qoyanda biraz qarışdıracaqsınız. Gəlin belə izah eləyək. Deyir ki, biz x5, y6 ədədini, 4 rəqəmin ədədini, bu x5, y6-nı 4-ə böləndə 13-ə bölüşdə. Niyə qarışıqdır? Çünki 13-ə bölmə əlaməti biraz qarışıqdır. Yəqin ki, onu çoxumuz bilmir də. 13-ə böldükdə qalıqda 11 alınır. Nəysə, bunu bölürsünüz, burada nə çıxır? Qalığımız olur 11. Bizdən soruşur ki, bunu böləndə x8, y4-ü böləndə qalıqda neçə eləyəcək? 13-ə böləndə. İndi bunu da böləndə 13-ə görək neçə olacaq. Uşaqlar, həmişə belə baxın ki, bu ədəd nə qədər dəyişdi, nə qədər artdı, nə qədər azaldı. Bu qalsın burada. Mən burada özümdən belə bir şey yazım. Tutaq ki, onun ardını yazacağam. Fərz eləyək ki, biz, nə bilim, 37-ni bölmüşəm, nə bilim, 6-ya da 5-ə. Eli 5, nə darsa 7, qalıqda 2 qalıb. Qalıq olub 2. Sonra da deyirəm ki, gedin 53-ü bölün. 53-ü bölün 5-ə görə qalıqda neçə eləyəcək? Birbaşa da bölə də bilərsiniz. Ya da baxa bilərsiniz ki, bu 37-dən 53-ə 16 vahid artdı. 16 artıb. Axırıncı dəfə bölünəndən də 2 çatmır da burada. 2 də buradan var. Yəni 18-i 5-ə bölə bilərsiniz. 18 bölünsün 5. Bu deyiləcək bizdə deməli qalığımız 3 qalacaq. Həqiqətən də qalığımız 3 qalır. Yəni uşaqlar, qalığı tapmaq üçün o bölünən hissəsinin üzərinə buradakı qalığın artımı gələ bilərsiniz. İndi birinci baxaq ki, buradan bura nə qədər artıb bu. Çünki artdığını görürəm. 500-dən olub 800. Onda bunlara çıxmaq lazımdır. Çıxanda x8, y4-dən
Çıxırıq x5, y6-nı. Bunu çıxa bilənlər belə çıxsın. 14-dən 6 çıxırsınız 8. Bu 1-in bu tərəfi verir. Çıxanda qalır 9. 1-in bu tərəfi verir. 7-dən 5 çıxırsınız 2. X-dən x0. Belə qarışdıranlar çıxa bilməyənlər özünüzə rəqəm ata bilərsiniz orada. Məsələn, x-in yerinə tutaq ki, 1 götürün. Nə bilim 8. Y-in yerinə 2, 4. Yəni bunu çıxmaq üçün götürün. Əslində düzgün deyil bu. Rahat çıxasız deyə deyirəm. 14-dən 6 çıxıram olur 8. 11-dən 2 çıxıram olur 9. 7-dən 5, 2, 1-dən 1, 0. Yəni uşaqlar, bu ədəd 298 vahid artıb. Qalxımız da burada 11 idi. Axı bunların ikisinin cəmi. Qalıqla artımın cəmi görək necə eləyəcək. 298 plus 11. Bunu da hesablasaq olacaq 309. 309-u da neçəyə bölmək lazımdır? 13-ə. 13-ə böləndə 1 dəfə, 13 daha doğrusu 2 dəfə, 26 çıxdı. Qaldı burada 4. 49-da da 13 3 dəfədir. 39 da çıxanda 49 çıx 19, 10 qalacaq yerdə. Yəni uşaqlar, bizim yeni qalıqımız 10 olmalıdır. Yenə deyirəm, bu əvvəlki qalıqla, söhbət bundan gedir. Bu 11 ilə bu 298-i niyə topladıq? Çünki uşaqlar zaten 11 çıxanda qalanı yerdə qalanı bölünür onun. Bölünməyən hissəsinə baxdım. Bölünməyən burada 11 idi. Bir də 298 artım idi. Bunların ikisini topladım, böldüm ki, görüm 13-ə böləndə qalığımız neçə eləyir. İndi 18 ilə bağlı sualı olan kimi arası aydın olmadı. Müəllim orada y çıx, y altında 9 yazısı. Orasını başa düşmədim. Çünki 1-in sağa veririk, y-dən 1-dən azı qalır. Məsələn, bax, nümunə üçün 2 yazdım. 2 1-in sağa verir, özünün yerində 1 qalır. 1-dən də 11-dən də 2 çıxanda 9 eləyir. İndi aydın oldu aynı. Bəli, başa düşdüm. Çox sağ olun. Sən də sağ ol. Başqa uşaqlar sual olan? Yoxdur ki. Gəldi 19-a. 19-da deyir ki, bu şərti ödəyən neçə fərqli ABC yazıla bilər. 8 ilə A-nın cəmi B plus C-yə bərabərdir. Uşaqlar, onda mən sol tərəfə balaca bir şey qoymalıyam. Çünki görəm bu 8 ilə cəmidir. Bu 8 ilə 1-in cəmi 1 qoysam 10 edir axı. 10 əlbəttə orada nə var? 3 ilə 7 var. Bir də neyə bilərsiniz? 7 ilə 3 yaza bilərsiniz. Yəni 2 versiya burada var. Bu B, bu da C olsa, bir dəfə B 3, C 7, bir dəfə də tərsi. Yəni bir dəfə 137, bir dəfə də 173. Sol tərəfə 1-i qoysaq, bu zaten A-dır. Sol tərəfə 2-ni qoysaq, 8 üstə 2 neçə edir burada? 10 21 dəqiqə. Bunu necə 10 hesabladım? Bura 2 yazanda 10 olur. Yaxşı, bunu da dəyişməyək. Bura 2 yazaq, bu 10 olsun. İndi 1 yazanda 9 edir. Uşaqlar görə orada 9 ola biləcək hansılar var? 1 yazanda bunlar da burada 237, 273 imiş. Üzr istəyirəm. 1 yazanda 9 eləyir. 9 da eləyən orada 2 ilə 7, bir də 7 ilə 2 var. Ya 2 ilə 7-nin cəmi olacaq, ya da 7 ilə 2-nin cəmi olacaq. 2 versiya da buradan. Çünki 127, 172. Bu şərti ödəyir. 1 yazdıq, 2-ni yazdıq. 3-ü yazanda 8 üstə 3, 11 eləyir. Uşaqlar, bunlara yerdə qalanlara baxın. 8-i çıxandan sonra, daha sonra 3-ü çıxandan sonra yerdə 11 eləyən yoxdur. Düz gəlmir. 7 deyərsiniz, yenə çox belə olur, yenə düz gəlmir. Yəni 4 dənə versiya var. 237, 273, 127, 172. 4 dənə yaza bilərik. O da olacaq B variantı. 19 ilə bağlı sual olan. O da yoxdur. Yaxşı. Gəldi 28. Bu aradakıların hamısını yazmışsınız da, yox, hamısı düzdür. Gəldi 28-ə. 28 burada ən qarışıq məsələlərdən biridir. 28-i həllini düz yazan. Cavabın düz tapan, atan yox. Həllini düz yazan var şu an aramızda. Yoxdur. Heç kim yazmayın. Nə gözəl. Uşaqlar, buna oxşar birin biz şam sualı yazmışdıq. Həmişə belə şam suallarında onu tapmaq üçün hündürlüyü özünüzdən götürə bilərsiniz. Elə bir şey götürün ki, sadəcə hər ikisinə bölünsün. Məsələn, tutaq ki, şamın hündürlüyü olsun 15 sm. Şamı fərz edək ki, bu 15 sm-dir. Əgər bu 15 sm-dirsə, görürük ki, burada birinci şam 3 saat əriyir. Uşaqlar, birinci şam 3 saat əriyirsə, onda birinci şam 1 saata görə nə qədər erir? Bunun 1 saat əridiyi hissəni tapmaq üçün 15-i bölürsüz 3-ə də, deməli birinci şam əriyir 1 saatda 3 sm. Yəni deyirəm 1 saata. 15-i böldüm 3 yoxu 5. 15-i bölürük 3-ə, bu 5 sm əriyəcək. Deməli 1 saata. Bəs ikincini tapsaq, şöyle ikinci şam da 1 saata, ikinci şam. 15-i 3-ə bölürsüz 3 sm əriyir. Deməli bu da oldu 1 saata. Hər ikisinin 1 saat əridiyi hissəni tapdım.
biri 5 sm eləyir, biri isə 3 sm eləyir. Amma bizdən orada nəyi soruşur? Bizə deyir ki, neçə saat sonra hündürlüklərin nisbəti 3-ün 1 olar. Hündürlüklərin nisbətini soruşduğuna görə mən uşaq görəm ki, bunların hündürlükləri nə qədər qalır? Məsələn, tutaq ki, desəm 1 saat sonra. Uşaqlar 1 saat sonra birinci şamın hündürlüyünü tapanda 15-dən 5-i çıxarsınız 10 sm qalacaq. İkinci şamın hündürlüyü 15-dən 3-ü çıxarsınız 12 sm qalacaq. Yəni neçə saat keçirsə, həmin saatı vurursunuz ərdiyi hissiyədən. İndi mən fərz edim ki, 2 saat sonradır. 2 saat sonra. Axı bilmirəm onu. 2 saat sonra uşaqlar birinci şamın hündürlüyü nə olacaq? 15 çıxılsın, 5 vurulsun x. Bu hardan alınır? Axı bu tutaq ki, şamdır. Hər saatı da 5 sm eləyir. 5 sm, 5 sm gedir. Əgər x saat sonradırsa, 15-dən 5 çıx x-ə çıxmalıyam da. Məsələn, 1 saat sonra 5 çıxdım 10 qaldı. 2 saat sonra 10 çıxdım 5 qaldı və s. Yaxşı, 15 çıx 5x oldu. Bəs ikinci nə olacaq? İkinci də uşaqlar, ikincidə qalanı tapsaz 2 saat sonra. Orada da olmalıdır belə. 15 çıxılsın, 3 vurulsun x. Çünki o da hər saat 3 sm eləyir. Bizə nə deyir orada? Neçə saat sonra hündürlüklərin nisbəti 3-ün 1 olar. Yəni uşaqlar, bunların nisbəti deyir ki, nə vaxt 3-ün 1 olacaq? 1/3. Bu arada hardan bildim yuxarıdakı balaca, aşağıdakı böyükdür? Çünki birində 5-5 çıxırsan, birində 3-3 çıxırsan. Elə belə fərz elə bilərsən ki, məsələn, tutaq ki, bir var 5 manat, 5 manat xərcləyirsən, bir var 3 manat, 3 manat. Təbii ki, 5 manat xərcləyəndə daha balaca olacaq, bunu daha tez qurtaracaq. Bunların nisbəti 3/1-dirsə, çarpaz vurursunuzsa, 3-ü vurduq ora oldu 45, çıxılsın 15x, bərabərdir 15 çıxılsın 3x. 3x bu tərəfə müsbətlə keçir, olur -12x. 45 də bu tərəfə keçir, 15 45 olur -30. Bunları da böləndə x-ə bərabərdir 30 bölünsün 12. Bu da 6-ya ixtisar gedir, qalır 2/5. Yəni 2/5 saat sonra birinci şamdan, yəni birinci şamın, ikinci şama nisbəti 1/3 olacaq. İndi 28 ilə bağlı sualı olan burada ən qarışıq məsələdir hələ ki yazılarımız arasında. Müəllim 15-i orada hardan tapdıq? 15-i özümdən götürdüm ki, həm 3, həm 5-i bölünsün rahat tapım. Sən istəsən 30 götür, o da ola bilər, onun fərqi yoxdur. Başa düşdüm. Başqa uşaqlar sualı olan. Hamıya hər şey aydındır. Gəldi 29-a. Deyir ki, müəyyən bir hündürlükdən atılan top hər dəfə yerə dəyəndən sonra əvvəlkinin 4 dəfəsi qədər qalxır. Məsələn, topu baxın buradan atıram. Hər dəfə dəyir özünün 4 dəfəsi qədər qalxır. Şöyle birinci dəfə dəyir hardasa bunlara qalxır da. 4/3x. Sonra ikinci dəfə dəyib qalxandan sonra yenə bu 4/3-ün 4/3-ü qədər. Hər dəfə deyir əvvəlkinin 4/3-ü qədər. 4/3-ün 4/3-ü nə olacaq? 4/3x-in 4/3-ü. Bunu da hesablayanda olacaq 16/9x. Yəni ikinci dəfə dəyib qalxandan sonra 16/9-a qalxmalıdır. Çünki uşaqlar bura baxın. Yazıb ki, top hər dəfə yerə dəyəndən sonra əvvəlki hündürlüyün 4/3-ü qədər yuxarı qalxır. Tutaq ki, x-dən 60-dır 2 sm-dən. Birinci dəfə dəyib qalxanda 4/3-ə qalxdı. İkinci dəfə dəyib qalxanda 4/3-ün 4/3-ə qalxmalıdır. Yəni əvvəlkinin 4/3-ü yox. 16/9x olur. Və verib ki, o neçə sm? 27 sm-dir. 16/9x bərabərdir 27 sm-ə. X-də bərabərdir 27 vurulsun, böləndə tərsinə vurulsun 9/16. Bu da 3/16 olacaq 48. 29 ilə bağlı sualı olan. Yoxdur ki. Bu arada uşaqlar niyə yazmamısınız bunları? Güya sizin 29-dan 49-a qədər sualınız yoxdur. İndi burada hansı birini açsam həll edə biləcəksiniz? Niyə yazmamısınız? Səs soraq gəlmir. Kim yazacaq bunları? Bir-iki nəfər yazıb, onlar da əvvəlin biraz yazıb dayanıblar deyəsən. Birdən çünki 20-yə qədər suallarda daha rahat idi. Orada hamısını soruşmuşuq. 20-dən sonrası heç baxan yoxdur. Yəni bunlar kim yazacaq, nə vaxt yazacaq sizin imtahana orada bir ay az qalıb. Bir ay yarım filan bir şey qalıb. Müəllim, sizin keçən dərs göstərdiyiniz nümunələrə əsasən idi də çoxu. Yəni bir iki dənəsi istisna olmaqla o da. Yəni hamısını yazmısan, hepsinin 63-ündə düzdür. İndi hamısını yazmışam amma girmir. Yəni 50 neçə qədər yazmışam Yazmamışsan amma. da yazdılar sual olardı. Hamısı orada. qramı-qramına yox. İndi yalan olmasın yazmamışam amma 50 neçə qədər yazmışam. Dəqiqə bir baxın Qalib deyərəm bir kitab nevi deyir, əlimdədir. sağdan ikinci, soldan dördüncü. Elə çoxunuza aiddir mən belə görürəm. Yazan 200 nəfərdir. Mən bu da Sağdan B-dir bir- burada məsələn. Kitab soldan. əlimdə yoxdur amma deyərəm. Uşaqlar, bu soldan dördüncü, sağdan ikinci. Yəni soldan dördüncüdür, sağdan ikinci. Onda 5 dənə var da burada toplam. 4 dənə soldan saymışdım, bir dənə də buradan sonraki. Deməli bu məhəllədə 5 dənə var. Ya da ki blokdur, hə. 5 dənə blokludur. 31 aydın oldu indi.
Ümid eləyək ki, hə. Sonra 35. 35-də 100% götürüb bura yazmısınız 10. Şu arxa sıfıra da basılır. Heç 500-ə ehtiyac yoxdur. 100-ə kimi basıraq. Bu olsun 0-cı metr, 50-ci metr, 100-cü metr. Normalda sizin fərziyə əsasən 2 dənə bastırmalı idi bura. Axı başlanğıca bastırırsınız 0-cı metrə. 0-cı metrə 1-in bastırdınız, getdiniz 50-yə 1-in, 100-ə 1-in. Yəni 1-dən artıq olur da. 500-ü böldüm 50-yə, 500 böl 50. Oldu 10 dənə. Axı bir dənə də əvvəldə var, 0-cıya bastırmısan. Bir dənə də orada. Oldu 11 dənə. Yəni 11 dənə bastırmaq lazımdır. Olacaq B variantı. Sonra orada 49 var. 49. Qalanların ki, hamı hər şey yazıb. 49-da bunu yəqin hesablaya bilməmisiniz. Aparıb şunları yerinə yazırsınız da. Deməli, dəqiqəmiz 45-dir. Neçə? 1.35. Yazın şunları çata, səsi açırsınız. Mən tam eşitmirəm. 39 tamam. 11 vur 45 çıxılsın. Baxayıq ona da. 60 vurulsun. Saatımız 16-dır. Amma modulda təbii ki də. Bölürsünüz 2-yə. İndi bunu vurmaq var. Neçə idi bu? 450, o da 45. 495. Çıxılsın 600, o da 360. 960 edir deyəsən. Böl 2 modulda. Bunun da çıxanda deməli 5 oradan. 5. Neçə edir ki bu 237 çıxdı? 465 eləmir bu. Hə. Sonra da 2-yə bölsə o 232-dən onda 5. Bu da orada yoxdur. 60-dan. Əgər demişdim ki, olmayanda 360-dan çıxırsınız da. 360-dan da çıxanda 232 onda 5-ə. Qalacaq orada 127 onda 5. Həmişə gördünüz ki, orada yoxdur, 360-dan çıxın getsin. Olacaq Y variantı. Hələ biz asan tərəfini keçmişdik. Bugün ancaq sırf üstüran tərəfini keçəcəyik. 39. Nəzə pul misalını yazmamışsınız. Pul misalını adətən o dəqiqə şifahi tapırsınız. Nə yazıb orada? Bir miqdar pul 10 nəfər arasında bərabər bölündü. Daha doğrusu paylanacaqmış x sənə. Tutaq ki, x nəfər, hərəsinə x manat düşür. 10 nəfərdə hərəsinə x manat. Sonra deyir ki, əgər 8 nəfər arasında bölsək, hər adama 2 manat daha çox. Eyni puldur da. 8 nəfərə böləndə də hərəsinə 2 manat daha çox düşəcək. Şu an eyni pul deyə bunlar bir-birinə bərabərdir. Onda 10x bərabərdir 8x plus 16. Nəysə 2x bərabərdir 16x isə 8. Deməli, əvvəl 10 nəfərə 8 manatdan bölürmüş. 10 vur 8 olacaq 80 manat. Sonra da deyir ki, biraz sayımızı azaldaq, 8 nəfər olasaq hərəmizə 10 manat düşəcək. 39 ilə bağlı sual olan? Yoxdur. 31 zaten dedim də bayaq. Aynur soruşdu dedik. 49 da dedik. Sonra 53 var. 51, 52, 53. Hə, bu saat teması. Uşaqlar, bunu bilirəm, çoxunuz qaraşdırıb fərzini yazmısınız. Amma gəlin belə fərz eləyək də. Tutaq ki, bizim dərsimiz axşam 21-də başlayır. 21:00-da. Siz də saata baxmalısınız, bu dərsin saatını görəsiniz də. Sahibin saatı 10 dəqiqə geri qalırmış. Onda cəmaət 21-də dərsə qoşulanda sahib elə kefdədir. Elə biləcək ki, 20-dədir. Çünki saat 10 dəqiqə geri qalır, cəmaət bilirmiş ki, 5 dəqiqə qabağa qaçır. Yəni elə bilir ki, elə mənim saatim 5 dəqiqə qabağadır. Əslində sahib fikirləşir ki, saat onsuz da 20:45-dir. Mənim saatim 5 dəqiqə qabağadır deyə 20:50 göstərir. Yəni əsl saat 21 olanda sahib fikirləşir ki, hələ 20:45-dir. Onda sahib hər yerə 15 dəqiqə gecikəcək də. Çünki onun saatı cəmaatın saatından 15 dəqiqə dala qalır. Sahib hər yerə 15 dəqiqə gecikir. Sahib saat neçə olursa olsun, hər yerə 15 dəqiqə gec gedəcək. Çünki bunun saatı cəmaatın saatından 15 dəqiqə daldadır. Gəldik Orxana. Orxan da elə bilir ki, Orxanın da saatı 5 dəqiqə qabağaymış. Yəni biz 21-də dərsə girəndə artıq Orxan saatı 25:05-i göstərir. Bu da elə bilir ki, saat 10 dəqiqə geri qalır. 10 dəqiqə dala qalır 25:05 göstərir. Onda artıq dərsin vaxtıdır. Şu an səs hamımızda qırılır. Bəli. Tamam, mən də internetə baxıb. Qırılır. Bircə saniyə səbir olun, mən də internetə baxıb davam edeyim.
Sən necə? Deyəsən komple getdi. Yaxşıdır müəllimim. Hamı eşidə bilir normal. Bəli, Bəli. bəli. Hə, elə onda səsinizi çıxarın. Yəni modem 2 dənədir, arada birinə qoşulur, birini tutmur, ona görə də bilim ki, səslə problem var, dəyişək. Yaxşı. Uşaqlar, harda qaldınız? Harda nə işlədiniz axı mən danışanda? Normal nə işlədiniz? Oradan sonrasını deyim də mən. Müəllim, 21 elə oldu gec işte. qalma məsələsindən danışırdınız. Mhm. Hər tərəf olmuş Hə. təqribən. Sahibi başa düşdünüz? Niyə gecikir hər yerə? Bəli, müəllim. Hə. Keçdik Orxana yaxşı. Orxan da sizin əksinizə hər yerə tez gedir. Niyə? Çünki Orxan yazığın saatı 5 dəqiqə qabağıdır. Yəni biz 21-də dərsə girmək istəyəndə Orxan artıq saatı 21:05 göstərir. Çünki saatı 5 dəqiqə qabağıdır. Orxan yazığı da əksinə elə bilir ki, bunun saatı 10 dəqiqə daladır. Onda bunun saatı elə bilir ki, əslində 21:15 olmalıdır. Sadəcə saatı 21:05-ə göstərir. Yəni Orxan da uşaqlar hər yerə 15 dəqiqə tez gedəcək. Məsələn, dərsimiz 21-də başlayırsa, Orxan gəlib 20:45-dən oturacaq orada ki, müəllim link atsın, qoşulun. Çünki bunun saatı zaten 5 dəqiqə qabağıdır. Bu da fərz eləyir ki, düşünür ki, 10 dəqiqə daladır. Orxan da hər yerə 15 dəqiqə tez gedəcək. Orxan da hər yerə 15 dəqiqə tez. 15 10 dəqiqə dəqiqə. tez getməməlidir. Yox, 5 dəqiqə saatı səhvdir. 10 dəqiqədə bu özü səhv başa Hə, düşür. hə, hə. 15 edir də. İndi bizə deyir ki, 12-də görüşəcəklər. Kim görüş yerinə birincidir? Təbii ki, Orxan gələcək. 15 dəqiqə tez. Orxan deməli 11:45-də. İndi 53 ilə bağlı sualı olan. Yoxdur. Gəldik 54-də. 54-də deyir ki, aldığı kitablara 120 manat ödəyən Aqil hər kitaba 2 manat az pul xərcləsəydi, 2 kitab çox alardı. Uşaqlar tutaq ki, kitabın birinə x manat verir. Qiyməti olsun x manat. Kitabın sayını tapanda əvvəlcə sayını hesablasaz, 120 manat toplam ödəyibsə, birini də x manatdan alıb x-ə bölürsünüz də, bu olur sayı. Amma deyir ki, 2 manat az xərcləsəydi, 120-ni böləcək 2 manat az. X çıx 2-yə. 2 dənə çox kitab alardı. Yəni bunun üstünə 2 gələndə bərabər ola bilməlidir buna. Çünki bu sayıdır. Düzdür, tənliyi kim həll edir, amma ehtiyac yoxdur. Bu 10-dan 12-dir. İşfadə görünür. Çünki qiyməti əgər 10 manat olsa, burada yazaq, birini 10 manatdan alsa, 120-ni 10-a böləndə olur 12 dənə. Yox, qiymət, əgər uşaqlar 12 manatdan alsa, 120-ni 12-yə bölsə olur 10 dənə. Bizdən Aqilin hansını soruşur? Aqil neçə kitab alıb? Şöyle Aqilin soruşduğu kitabı soruşursa, biz əvvəl x manatdan almışdıq, yəni 12 manatdan. 10 dənə olmalıdır, 10 ədəd. 10 ədəd kitab alıb. Əgər 2 manat ucuz 10 manatdan alsa, onda artıq 12-dən alacaqdır. Amma bizdən hal-hazırda aldığını soruşursa, 120 ilə bölürəm 12 olacaq 10 ədəd. Amma bu tənliyi də həll edə biləriz. Bu sadəcə vaxt alırdı, çox uzun gedir. Ona görə şifahi qaydasını dedim. 54 ilə bağlı bəs sual olan. Və 46. 46 ilə bağlı indi geniş-geniş danışacağıq. Bu təqvim məsələsidir. Bununla bağlı danışacağıq. Bununla bağlı narahat olmayın. 7-yə bölürük orada. Başqa olar 63-ə qədər sualı olan. Yoxdur ki. Yaxşı, onda bunu bağladıq. Mən kitabdakı sualları izah eləməyəcəm. Onları özünüz baxarsınız. Burada qaydaları deyəcəm. Sonra dedikcə sizdə yazın. Çünki hər dəfə otur rekordu fırla qabağa, fırla arxaya ki, müəllim orada nə demişdi? Ona da hiss yazan kimi ya da tapan kimi nə qədər vaxtınız gedəcək. Uşaqlar, birinci nəyə baxırıq? Birinci rəqəmlərin sayı ilə bağlı qaydalar yazırıq. Belə bir şey yazırsınız ki, İnşallah mən dediyini yaza bilərsiniz də orada, mən bir də burada yazmayayım. Ya da yazsam sizə güvən olmaz. Uşaqlar, hər yüzlükdə istənilən rəqəmdən 20 ədəd olur. Siz də yazın orada bu dediklərimi. Hər yüzlükdə istənilən rəqəmdən 20 ədəd olur. İndi niyə 20 olur izah edəcəm. Rəqəmdən 20 ədəd olur. Hüseyin özün nə yazmırsan? Barmaqların ağrıyır. 0 istisna. Burada Sıfır 0 istisna. Niyə şu an 0 istisnadır? Biz 0-a gələcəyik. 0-ın çünki dərdi ağırdır. Lakin yaza bilsəm yazacağıq. Lakin l-dan başqa hər şey oxşadır. Lakin
Bu 20 rəqəm 19 ədəddə istifadə olunur. Bu 20 rəqəm 19 ədəddə istifadə olunur. Niyə belə olur? Orasına gələk. İstifadə olunur. Bunu şöyle qeyd edin, sonra mən bunu izah edeyim ki, niyə belə olmalıdır? Bunu da yazın, yazıb bitirəndə də deyin, baxaq. Hər yüzlükdə istənilən rəqəmdən 20 dənədir. 0 təbii ki, istisna 0-a gələcək. Lakin uşaqlar, bu 20 rəqəmi biz 19 ədəddə istifadə edirik. Bunu yazın, hamı bitirdi, davam edə bilərik. Yəqin ki, yazmışıq. Uşaqlar, səbəbi nədir bəs? Gəlin səbəbinə baxaq. Səbəbi odur ki, məsələn, bir dənə rəqəm deyim, baxaq. Neçəyə baxaq? Rəqəm tapıb desələr baxacaq. 45. 45 nə vaxtdan rəqəm olub? Sorry. 7. Yaxşı olsun, 7. Sən şansını itirdin bu arada. 3 dedilər orada, 3-ə baxırıq. 45 rəqəm deyil uşaqlar, 45 ədəddir. Rəqəm deyəndə 0-dan 9-a gedər. 3-ə baxırıq. Tutaq ki, 3-ü yazırıq burada. Axı bizdə dedi 20-dən alır. Görə 20 dənə hardan çıxır? Hansılardır? 3-dür, 13, sonra 23, sonra 33, 43, 53, 73, 83 və 93. Sonra 10 dənə buradadır. Bu hardan bölünür? Buradan, 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 buradan və buradan. 10 ədəd burada. 10 dənəsi hardadır? 10-luğa görə. 30, 31, 32, 33, 34, nəysə belə özümüz üçün gedirik. 35, 36, 37, 38, 39. 10 dənə də buradadır. Əgər fikir versəz, 0-dan 100-ə qədər 3-dən 20 dənə istifadə edirik. Bu birlərinə də aiddir. 63 yazmadım burada. 63 yemişik, hə, düzdür. 63 daxildə yazıldı da o qədər şey silib düzəltməyim. 63 tutaq ki, fərz edək ki, buradadır. 10 dənə 10-luğa görə, 10 dənə təkliyə görə. Amma burada 20 dənə istifadə olunur. Orada belə bir şey dedik ki, lakin bu 20 rəqəm 19 ədəddə istifadə olunur. Bunun səbəbi nədir bəs? Çünki fikir versəz, 33 həm burada var, həm də burada var. Yəni həm təkliyinə görə, həm də onluğuna görə. Ona görə də uşaqlar, gərək suallarda çox diqqətli olasınız ki, bizdən nəyi soruşur. 2 dənə sual deyirəm, yəni diqqətlə qulaq asın. Əgər sualda soruşsa ki, məsələn, sual belə verilsə, 1-dən 100-ə qədər neçə 3 rəqəmi istifadə olunur? Onda cavabımız 20-dir. İndi nümunə yazacağam zaten. 1-dən 100-ə qədər neçə 3 rəqəmi istifadə olunur? Ədədlərdə də təbii ki. Bu 20 dənədir. Amma şöyle sualı belə versə, 1-dən 100-ə kimi ədədlərin neçəsində 3 rəqəmi var? Onda artıq uşaqlar 19 olacaq. Niyə? Çünki 33 2 dəfə saymayacaqsan axı. 33-ün 2 dənə 3-ü var. 33-ü bir dəfə sayacağıq deyə cavabımız olacaq 19. Yəni suala fikir verin, orada nə edir? Əgər ədədlərin neçəsində deyirsə və ya neçə ədəddə deyirsə 19 olur. Ümumiyyətlə soruşsa ki, 1-dən 100-ə kimi neçə 3 rəqəmi var, orada artıq 20 olur. Məsələn, gəlin ki, bir dənə nümunə yazaq. Bu olsun birinci sualımız. Birinci. Yaza bilsəm, yazacaq. 1. Tutaq ki, sualda belədir. 1-dən 318-ə qədər, 1-dən 318-ə qədər neçə 2 rəqəmi istifadə olunur? Sizcə nə qədər olacaq burada? 1-dən 318-ə qədər. Ən rahat uşaqlar, rahat tapmaq istəyirsə 100-100 baxın ki, aləm bir-birinə dəyməsin. 200-dən 300-ə, 300-dən 318-ə. Gərək bir-bir belə baxaq. 61 dənə. Yox, çoxdur. 62 dənə. Yox. Hardasa bir cəmsi cümsü 100 dənə səhv etmişsiniz. Çox yox, 100 dənə. Uşaqlar 1-dən 100-ə kimi nə qədərdir? 20 dənə. Burada 20 axı dedik, hər 100-lükdə 20 dənədir. 100-dən 200-ə kimi də 20 dənədir. 200-dən 300-ə kimi də 20 dənədir. Amma burada yaddan nəsə çıxdı. Sizcə nəyi yaddan çıxardıq 200-300 arasında? Nəyi yedik orada? 200-ün əvvəlində Üzün də özün bir 2 var. yedik. Hə. Uşaqlar, 200. çünki 200-lər zaten hamısı 2 ilə başlayır da. 120 mərtəbəsi hamısı 2-dir. 201, 202, 203, 204, nə bilim 215, 257, 278, 298 hamısı 2 ilə başlayır. Ona görə soruşulan ədədlə, yaxud da rəqəmlə 120 mərtəbəsi eyni olanda orada 20 yox, 120 dənə olmalıdır. 20 dənə 10 dənə təkliyə görə, 10 dənə onluğa görə 100 dənə də yüzlüklərdə 200, 201, 202 falan olar. 100 dənə də oradan gəlir.
Burada həmişə diqqətli olun. 100 dənə də buradan. Topla, topla. 300-dən də 318-ə kimi 312 var, bir də 302 var. 2 dənə bulardı. Sonra 2 dənə də buradan. Bu da neçə eləyəcək? 162. Buradan kimə aydın olmadı? Hamılaşılar aydındır burası. Bu birinci nümunə. Bunu istəyirsinizsə yazırsınızsa yazın. Mən sonra ikincisini göstərim. Müəllim, ondan əvvəlki nümunəni başa düşmədim. Mən niyə yazdıq ki onu? Hansı nümunəni? Yuxarıda yazıyorsunuz, üstlərdə işarələmisiniz. Hə, onu izah etmək üçün yazdım. Yəni ki 19 din olmasını göstərdim. O ki niyə 19 olur? Yazdım onları nümunə indi. Çox sağ olun. Qonşular yazdı da yəqin ki. Gəldik ikinci belə bir nümunə yazaq. Olsun ikincisi. İkinci. İndi şöyle sualı dəyişirəm. Sual olsun indi belə. Yazırıq ki 1-dən 118-ə qədər neçə ədəddə 2 rəqəmi var. Yenə 2-yə baxaq ki, fərqini görəsiniz. 2 rəqəmi var. Sizcə bunun cavabı neçə olacaq? Bu dəfə 22. Yox, 21 olacaq. Uşaqlar, niyə? Çünki biz orada dedim neçə ədəddə. Demirəm ki, neçə 2 rəqəmi var. Neçə 2 rəqəmi var desəm, okey, siz haqlısınız, 22 dənədir. Neçə ədəddə dediyimə görə uşaqlar, orada 1-dən 100-ə qədər 19 dənə sayırsınız. Çünki axı 22-də təkrarlanır, onu bir dəfə götürməlisiniz də. 19 dənə burada, burada hansılar var bəs? 102, 112. 2 dənə də burada. 19 108-də neçə eləyəcək? 21 dənə ədəddən. 22-ni çünki bir dəfə saymaq lazımdır. Ona görə problem olur orada. İndi aydın oldu bu. Sualı olan. Hamil desən aydındır. Aslında bunu belə edeyim. Skrini götürmək istəyənlər, yazmaq istəyənlər yazsın. Ondan sonra ardına baxaq. Buradakı uşaqlar kimin nə sualı var? Müəllim, ikincini bir də izahləyə bilərsiniz, zəhmət olmaz. Baxın uşaqlar, niyə burada 19 dənə oldu, 20 dənə yox? Çünki 22 də axı eynisidir, 22. Təkliyə görə bir dəfə sayırsan, onluğa görə bir dəfə sayırsan. 33 kimi eyni şey deyil, 33-dən 22 fikirləşdin. Normalda 20 dənə olacaqdı, amma bir dənə az götürsən 19 dənə. Çünki 22 təkrarlanaraq 22 hər ikisinə var. Həm təklikdə, həm də onluqda. İndi aydın oldu bəs. Ümid edirəm ki, hə? Yaxşı, belə bir dənə sual verək sizə. Üçüncüsü, bunu da siz tapırsınız. Asanların özüm yazım. Çətinin sizdən soruşar. 1-dən 580-ə qədər neçə 4 rəqəmi istifadə olunur? Bunu tapın görə neçədən olacaq? Yenə 100 baxmaq lazımdır orada. Bunu aparın yuxarı ki, oradan kopya çəkməyin. Tapın görə neçə eləyəcək bu? %107 olur. Yox, bayağı yedim bəs. 118 ola Müəllim bilər. 210 olur. Sən də biraz az yedin. 218. Hə, yaxşı, Hüseyn səbəşmə. 218-dir. Uşaqlar, niyə 218-dir? Yəni, yavaş gedək də özümüz üçün. 1-dən 100-ə kimi 1 baxaq. 100-dən 200-ə kimi 1-dir. 200-dən 300-ə 1. Heç yerləşməyəcək bu yazıq bura. 300-dən 400-ə 1. Ardını da buradan yazıram. 400-dən 500-ə 1. Bir də 500-dən 518-ə. Siz yaxşı olaraq ki, bunları bir sırada yazasınız. Məndə yerləşmədi. Şöyle 1-dən 100-ə kimi 20 dənədir bu heç. Burada qorxum falan yoxdur. 100-dən 200-ə 20 burada.
200-dən 300 də 20 də burada. 80 deyil axırıncı. 518 nə yazdım? 300-dən 400-ə hə 580. Mən cavabda ağlım qaldı. 18 yazdım. 580. Bura 580 niyə çox sağ ol düzəltdiyin üçün. Uşaqlar gəldi indi buradan sonrasına. Buradan sonrası hansıdır? 400-500 arası. 400-500 arası 20 dənə normalda zaten var idi. Bir də 100-yə də gələcək. Çünki mən nəyi soruşmuşam sizdən? 4-ü. Və demişdi ki, soruşulanla 120 mərtəbəsi eyni olanda artıq orada 20 olmur, 120 olur. 100-dən də 100-lərə görə də. Bəs 500-dən 580 necə hesablayırsınız? Bunun əlini hesablamaya ehtiyac yoxdur. Normalda 20 dənə deyildi. Çıxın da artıqları hansı yoxdur burada? 584 yoxdur. Bundan sonradır, yoxdur. Bir də 594 yoxdur. 2 dənəsi yoxdur. Normalda 20 dənə olmalıdır, amma ikisi yoxdur. 20-dən 2 çıxın neçə elədi? 18 dənə də burada. Bunları topluyorsunuz da. 4 dənə 20, 5 dənə 20, bir dənə 100. Və də 200. Bu da 18 olacaq, 218. İndi bəs aydın oldu yoxsa necə? Kimə uşaqlar nə aiddir? Aydın deyil. Bir də bir şey deyim, belə böyük ədədlərdə ədədi soruşa bilməz. Yəni deyə bilməz ki, neçə ədəddə. Çünki o çox qarışıq olacaq. 400-lər çox qarışır. Məsələn, 414 var, 424 var, 444 var. Yəni o qədər insafsızlıq eləmirlər ki, böyüklərdə ədədi soruşsun. Belə böyüksə Mən də rəqəm gözləyərəm onlardan müəllim. Ən təmizi biz məşq eləyək onsunda. ya düşməyəcək narahat olma. İnşallah. Bir də uşaqlar orada 0 yaddan çıxdı. 0 demədim mən. 0-da hamısının 20 olur, 0 qaldı. 0 1-dən 100-ə qədər, elə buna baxsa bəsdir. Uşaqlar 1-dən 100-ə qədər 9 dənə 0 var. 9 ədəd. Harda 9 dənə? 10, 20 filan bunlarda da. 10, 20 filan. Axırıncı yarısı 90-da dayanırıq. 100-ə qədər dediyimizə görə 100 ora daxil deyil. 100-dən 200-ə kimi çox olacaq. 100-dən 200-ə kimi amaşalar olacaq 19 dənə. Onsuz sıfırla da bağlı çox sual düşmür. Çünki sıfır da biraz qəribədir, qaranqan adamlara. 1-dən 100-ə kimi 9 dənədir. 100 200-ə yaxşı deyək. 100-dən 200-ə kimi də niyə 11 dənədir? 100 çünki ora daxildir. 100-də 2 dənə. Sonra hansılar var uşaqlar? 110, 120, 130, 140 onlara görə 9 dənə. Yəni 110, 120 onlara görə də 110, 120 filan. Bunlar 9 dənədir. Bir də bunlar var axı 101, 102, 103, 109-a qədər. 9 dənə də bunlar. 100-dən 200-ə kimi də sıfırın sayı 20 dənədir. Sıfır onsuz da çox düşmür deyə bunun çox da üstünə dayanmıram. Ümumiyyətlə buradan bu rəqəmlərlə bağlı, sayla bağlı sualı olan. Çünki bugün çox şey keçəcək. Hələ bu biri idi. Yoxdur deyəsən. Gəldi uşaqlar ikincisinə, kitab səhifə. İndi belə bir şey yazırıq. Mənim 1-dən 100-ə qədər deyiləndə 100 sayılmır orada. 19 1-dən dənə. 100-ə qədər. Axı qədər deyirsən, 100 daxil olmalı getmir orada. Uşaqlar ikinci. İkinci nədir bəs? Kitab səhifə sualları. İndi belə bir şey yazırıq ki, əgər kitabın səhifə sayı 2 rəqəmli olarsa, kitabın səhifə sayı 2 rəqəmli olarsa, onda bu kitabı və ya onu yazaq da uzun yazmaq. Onda onu səhifələyərkən, onu səhifələyəndə istifadə olunan rəqəmlərin sayı. Onun belə bir düsturu var. Burada yazaq. Həmin nəyə bərabərdir? Səhifə bərabərdir. Rəqəm üstə 9 bölü 2. Rəqəm plus 9 bölünsün 2. 9 hardan çıxır? Çünki 1-dən 9-a kimi təkli olaraq 2 rəqəmlər ölçüsünün üstünə 9 gəlirsiniz. Plus 9 bölü 2. Burada 2 düstur var. Bu arada bu birinci düsturudur. Buna bir A deyək. 2-nin A-sı. Çünki hələ bunun B-si də var 3 rəqəmli üçün. Buna B yazın, sonra buna dair nümunələrə baxaq. Bura kimsin qeyd edin, ardına keçək. Yəqin artıq uşaqlar yazdıqda. Gəlin 2 nümunə göstərin bununla bağlı. Birinci nümunəmiz olsun belə. Birinci. Tutaqçılar yazıb ki, 60 səhifə kitabı
nömrələmək üçün və ya səhv eləmək üçün, kitabı səhv eləmək üçün neçə rəqəm istifadə olunur? Neçə rəqəm istifadə olunur? Aparıb şöyle düsturda yazırsınız yerinə. Rəqəmi soruşur axı bizdən. Rəqəm yerinə bir dənə x yazın. İstifadə dediyimi yazdım orada düsturu. İstifadə olunur. 60 səhifə dedik də 60 bərabərdir. Rəqəmi yerinə bir dənə x yazsaq x plus 9 bölünsün 2. 2-ni çarpaz vurdunuz. 120 bərabərdir x plus 9. X-imiz eləyəcək 111. Yəni 60 səhifə kitabın mündərəcəçəsində aşağıdakı rəqəmləri səhifələyəndə 111 rəqəmdən istifadə olunur. Bununla bağlı sualı olan. Hamı aydındır. Yaxşı, belə bir nümunə yazsaq bəs. Tutaq ki, deyirik indi ikinci nümunə. Kitabı səhifələyəndə 151 fərz elə ki, rəqəmdən istifadə olunubsa, 151 rəqəmdən istifadə olunubsa, kitab neçə səhifədir? Neçə olacaq sizə uşaqlar? Çünki çox rahatdır. 80. 80. Aparıb yazacaqsınız yerinə də səhifədir. Səhifə sayı nəyə bərabərdir? Səhifə sayı bərabər idi. Rəqəm üstə 9. 151 üstə 9 bölünsün 2. Bu deyiləsidir 80. Deməli, cavabımız olmalıdır 80. Bəs bura kimi bununla bağlı sualı olan. Qaydasını da dediyi 2 dənə nümunədə yazdıq. Hamıya hər şey aydındır buradan. Gəlsən aydındır. Bura kimi yazırsa yazın. Mən üstündə düzəldəcəm. Siz təbii ki, təkrar yazın, üstünə düzəltməyin. Davam edə bilərik. Yəqin ki, hə. Uşaqlar, bu uzun yazmasanız da olar. Elə mən üstünə düzəldirəm. Sadəcə yaza bilərsiniz ki, əgər səhifə sayı 3 rəqəmli olarsa, ardından yazmasanız da olar. Mən də gəlin üstündə düzəldim. Bunu da B eləyək. Çünki o qədər şey yazmağa vaxtınız getməsin. Deməli, ikincinin B-sinə baxırdıq da. Əgər səhifə sayı 3 rəqəmli olarsa, rəqəmlərin sayı düstur. Şöyle düstur da olur belə. Burada üzərinə 108 gəlirik. Rəqəm üstə 108 bölü 3. Bir də burada yazarsınız ki, rəqəm böyükdür 189-dan. Uşaqlar, birincisi kiməsə maraqlı olsa 108 hardan çıxır? Əslində sizə lazım deyil. Sadəcə 108-in hardan gəlməsini deyim. Kiməsə maraqlıdırsa. 108 hardan çıxır? Səbəbi odur ki, 1-dən 9-a kimi olan təklikləri 3 rəqəmli eləmək üçün gərək 2-yə vurasınız. 9 vur 2. Daha sonra 10-dan 99-a kimi olan 2 rəqəmliləri 3 rəqəmli eləmək üçün görə bunlarda hərəsini 1-dən artırarsınız da. Çünki 2 rəqəmli, 3 rəqəmli deyirlər. 90 dənə də burada var. 90-ı da 1-ə vurursunuz. Bu da eləyir, deməli 180, daha 200, 90, 18, 108. 180 hardan gəlir? 108. Və sonra 189 hardan gəlir? Onu bir də 189 nə işimizə yarayacaq? Bunu niyə yazdıq? Çünki bizdə düstur 2 dənə də artıq. Biri 2 rəqəmin, biri 3 rəqəmin. Mən səhifə sayı versə biləcəm. Səhifə sayı verəndə baxacam ki, 2 rəqəmli səhifədir, yoxsa 3 rəqəmlidir. Məsələn, 60 səhifə üçün birinci düstur olacaq, 160 səhifə üçün ikinci düstur. Amma şöyle bu rəqəm sayında onu bilməyəcəm. Çünki məsələn, baxın, bayaqlar 151 rəqəmi idi. Götürdüm ki, səhifədə qoydum yerinə. Onu hardan biləcəm? Əgər verilmiş rəqəmin nömrəsi 189-dan böyükdürsə, burada qoyuruq. Yox, 189 və ondan kiçikdirsə, birincidə qoyuruq yerinə. Yəni, plus 9 bölü 2-də. Məsələn, tutaq ki, bizə 192 rəqəm versə istifadə olunub, onu da burada qoyacaq. 192 üstə 108 bölü 3. Ana bilim, 185 versə birincidə qoyacaqdınız. 185 bölü 9 üstə 2. Yəni, buna baxmalısınız ki, 189-dan böyükdür, yoxsa balacadır. Gəlin nümunələri də dəyişək. Məsələn, 60 səhifəni eləyək 160 səhifə. Əgər bu 160 səhifə olsa, bunu təbii ki, siz təkrar sıfırdan yazırsınız. Görək nə baş verəcək. Onda olacaq belə 160 bərabərdir. Axı, indi düstur rəqəm üstə 108 bölüşdür. X üstə 108 bölünsün 3. Çarpaz vurduq. 480 bərabərdir. X üstə 108.
Çıxanda da x-imiz olacaq 370. Neçə eləyir? Hə, 372. Müəllim 160 axı böyük deyil 189-dan. Yox, o səhifə saydı axı. Bu səhifənin sayını vermişəm sizə. 3 rəqəmli səhifə deyil ki, səhifənin sayı 3 rəqəmlidir də. Aydın Sual oldu. verə Bəli. bilərəm. Necə? Sual verə bilərəm. Hə, buyur. Əgər səhifə sayı 3 rəqəmlidir, amma rəqəm 189-dan kiçikdirsə harda qoyuruq? Yox, ola bilməz, o hal mümkün deyil. Səhifə sayı 3 rəqəmli olması üçün rəqəm 189-dan böyük olsun. Aydın oldu. Bəli, çox sağ olun. Məsələn, uşaqlar, tutaq ki, indi bizə 189-a çox yaxın bir şey verib. Nə bilim olsun 201 rəqəminə. 201 olsa belə, bunu 100% bu üstə qoyacaqsınız. Yəni 189-u keçdirsə burada qoyursunuz yerinə. Gəlin yerinə qoyduq. Nə olacaq? 201 üstə 108 bölünsün 3. Bu da eləyəcək deməli 309 böl 3. Bu da eləyəcək 153. Yəni 201 rəqəmdən istifadə 153 103. 201 rəqəmdən istifadə olunursa, sonra kitabımız 103 səhifə olmalıdır. 103. Buradan bəs sualı olan, çünki kitab səhifə ilə də bağlı bu qədər. Kimin nə sualı var? Kitabda sual çoxdur, Müəllim, nə bilim hardan 8-9 gəldiyi dənə sual var. tamamlandı. Mən Hardan gəldiyin? Bax 3 rəqəmin Bəli, 3-ə o- bölünməsi 3 rəqəmiyə görədir. 108 rəqəmcəsində hardan gəldi? Bu 1-dən 9-a Hə, qədər onu. bunları 3 rəqəmli eləmək üçün 2 rəqəm çatmır da bunlara. Axı bunlar təkdir. Bəli. Təkləri vururuq, təklərin hamısını. Vururuq 2-yə ki, bunlar 3 rəqəmli olsun. 9 dənəsi. Ondan 99-a qədər də hamısı 2 rəqəmli, 1 rəqəmli çatmır. O 90 dənə dediyində 1 Bəli. rəqəmləri çatmır. Olur 108. Sonra da 3-ə bölmədəki 3 rəqəmliyə görə. İndi aydın oldu. Axırında nəsə elə bil ki, toplama kimi gəlir o əgər 3 Bizə rəqəmli topluyorsun da olmalısa zaten. vurmağı tapamadım. Necə yəni toplama kimi gəlir? 9 dənə rəqəmin 3 rəqəmli olması üçün 2-yə Elə vurmaq bil yerinə hərəsinə 2 toplam. rəqəm çatmır da. 3 rəqəmli olması üçün. Evet. Çatmayan üstünə gəlməli deyil ki. Hətta elə bil hərəsinə görə 2 gəlirsən. 2, 2, 2, 2, 9 dənə 2 yoxdur orada. Anladım. Bəli, bəli, başa düşdüm. Bu da mənim riyaziyyatçım. Əmə, həmişə niyə vurğulayırsınız bunu? Yaxşı uşaqlar. Bura kimi başqa sualı olan. Yəni ən son sən ilişməliydin də orada. Ona görə vurğulayıram. Bunu da bildik. Yaxşı görək nə bilmişik. Yanında kitab olanlar səhifə 278, darsı səhifə 248, sual 76. Səhifə 248, sual 76. Bunu yazırıq. Görək nə anladınız oradan. Diqqətli oxuyun onu. Bu arada uşaqlar 4 rəqəmli səhvə düşmədiyinə görə heç zaman baxmağa vaxt ehtiyac yoxdur. Vaxt deməyə dəyməz, heç vaxt heç yerə düşmür. Bunda bu 4 rəqəmli deyil. Ya mən səhv görürəm. Səhvə sayından söhbət edir. Bu 3 rəqəmli eləyəcək. Rəqəm 4 rəqəmlidir. Ha, tamam. 530 eləyər də yəqin mən. Bax, sonra deyirsən ki, müəllim məni görmürsən. Burada niyə tam cavab alınmır? Hələ o bir lap kəsir alıb. Müəllim üstünə 108 gəlib 3-ə bölmürük. Ha, mən 208 gəlmişəm. Müəllim mən Hətta- minlərə sıxdım. Uşaqlar, bu 3 rəqəmlidir də 100%. Bu boyda 2 rəqəmli olar. 189-dan böyükdür axı bu. 189-dan böyükdür. Səhifə sayı nə idi? Rəqəm hə. 1482-nin üstünə 108 gəldi, bölür 3-ə. O dedir 1530. 1530-u da 3-ə böləndə 1593-ə böləndə olur 530. Ey sual oxumayanlar, nəyi soruşur? Kitab neçə vərəqlidir soruşur. Bir dənə bu sual da vərəqlidir soruşur. Baxın, hamısı səhifəlidir. Özüm bunu soruşdum, görüm onu oxuyacaqsınız. Heç biriniz oxumayın demək olar ki onu. Vərəq soruşanda uşaqlar 2-yə bölməlisiniz. Axı bir vərəq 2 səhifədir. 530-u böldünüz 2-yə. Bu da neçə eləyəcək? 265.
Niyə diqqətsiz? Niyə boş-boşuna bir balımız getsin? Aydın oldu indi bu sualı olan. Çünki bu səhifə ilə də bağlı bu qədər. Yaxşı, nə gözəl bunu da bildik. İndi şöyle gəlirik təqvim məsələlərinə. Məsələn, bayaq aynı orada 198-i saxlamışdım. Təqvim məsələlərini tapmaq üçün də şartı buraya yazırıq. Bu gün ayın 9-udur deyəsən. Hə, 9 imiş. Təqvimdə düstur yoxdur. Gərək ənlə hesablayaq. 9 dekabr 2025. Birinci onu demiş olaraq təqvim məsələlərini həll etmək üçün gərək hər ayı neçə gün olduğunu biləsiniz. Yəni hansı 31-dir, hansı 30-dur və s. Bu bilməyənlər uşaq vaxtı əlləri gedə bilər. Yəqin ki, sizə bu əlinizə baxanda, əlinizi sıxanda yumruq kimi. Dik olan aylarda 31-i olur, boşluq olanlarda 30 olur. İndi mən kamera aça bilmədiyim üçün təəssüf ki, göstərə bilmirəm. Yəqin ki, onu yadınıza gəlir. Dik olan ayların hamısında 31-dir, boşluq olanlarda 30-dur. İki əlinizi yanaşı qoysaz, bu axırıncı biri iyula düşür, o biri də avqustdan başlayır. Yəni ona görə onlar hər ikisi ardıcıl 31 olur. Bir də fevral məsələsi. Heç kim bilmir bunu. 4 yaş teması var. 4 ildən bir daha doğrusu bir Yox, dənə fevral məsələ deməm, var o hər idi. temasını heç kim bilmir, ayları teması. Məncə Bəlkə bunu yoxdur. şoval tam edir. Mən bilirəm. Hə. Bir dənə məsələ var idi. Olmadı axı. Misal vardı, Hə, uşağın yox. yaşını soruşurdu. O da dedi ki, 4 ildən biri düşürdü. Uşaq 6 ya da 7 yaşına gəlib çatırdı. Düz əgər 29 Yox, olursa. o ehtiyac yoxdur ona. Elə şey axtarmayacağıq biz. Biz sadəcə neçənci gün olduğuna baxacağıq. O bilməyənlər əllərini sayırdı. Olmasa onu nə bilim sabah qruplardan birinə deyirəm çəkənlər, göstərənlər. O ki, hansı 31, hansı 30-a düşür. Ayları əzbər bilmirsinizsə. Bilib online Birisi qrupa da ehtiyac atarsınız yoxdur. da siz canı. Bu qrupa Hə, onu atarsınız da. gələn bir nəfər çəksin. Zəhmət olmasa. Yaxşı. Uşaqlar, bəs bir də fevral teması. Fevrala ələ ehtiyac yoxdur. Fevral nə vaxt 29 olur? Fevral 4-ə bölünən illər 29 olunur. Hansı illər ki 4-ə bölünür, fevral 29 olur. Məsələn, 2024-də 29 idi. 28-də yenə 29 olacaq. 25-də, 26-da, 27-də filan 28 olacaq. Yaxşı, indi mən bunu yazmaq üçün gəlin belə bir şey eləyək. Martda, apreldə ad günü olan var aranızda. Onun ad günü tapmaq üçün neçənci günə düşəcək? Tərcihən martın, aprelin ikinci yarısı olsun. Görən də Aprelin 36 16-sı nəfərdən. var. Neçəsidir? Aprelin 16-sı. Aprelin 16-sı. Yaxşı, sən gəl ad günü tapaq. Mənim Tapırıq də öyle ki- mənlə. Prosta bir dənə tanış var, onun da ağlıma gəldi. Onda sən getdin. Orada 22 mart var. Mahir gedişinə səndən əvvəl yazılsa olmaz. Sonra tapırıq 22 mart. 22 mart. 2026 neçənci günə düşür? Solmaz bizə ad günü partisi eləyəcək. Biz əndən hazırlaşaq da görə neçənci günə düşür, hardan icazə alacağıq, hardan qaçacağıq. Bunun üçün nə edirsiniz bəs? Ay-ay getmək lazımdır. Əgər belə yaxın aylardırsa, yəni il söhbəti yoxdursa. Nə edirik? 9 dekabrdan, özümüz üçün yavaş-yavaş aya gedirik. 9 dekabrdan 9 gedirik, sonra hansı gəlir? Yanvara, sonra 9 fevrala, sonra da 9 marta. Qalan dənlə gedərik də. 9 martdan 22 marta. Burada da aya baxmaya ehtiyac yoxdur. 22 mart. Yəni tapırsınız ki, arada neçə gün keçib? Aradan keçən günü tapmaq üçün də əvvəlki aya baxırsınız. Yəni dekabra, nə bilim yanvara sırayla. 9 dekabrdan 9 yanvara 31 gün keçir. Çünki dekabr 31-dir. 9 yanvardan 9 fevral yenə 31 gün keçir. Çünki yanvar da 31-dir. Ardıcıl. Amma 9 fevraldan 9 marta 2026 4-ə bölünmədiyinə görə fevral 28, 29 deyil. Burada 28 gün keçir. Bəs 9 martdan 22 marta uşaqlar onu da çıxırsınız da. 22-dən 9 çıxdıq, 13 qalır. 13 gün də buradan keçir. İndi bunu hesablasaq 31 31, bu da 41. 62 41. 62 41 103 edir deyəsən. Hə, 103. Sonra aradan neçə gün keçəndən sonra onu tapandan sonra nə edirsiniz? Həmin o ifadəni tapdığınız ədədi bölürsüz 7-yə. Niyə 7-yə bölürsüz? Onunla bağlı bir fikir olan var. Niyə 7-yə böləcəyik? Həftənin günləri Hə. Çünki həftənin 7 günə bir təkrardır. 103-ü böldük 7-yə. 103-ü 7-yə bölsə düşəcək 1, 7 çıxacaq. Olacaq 33. 33-də də 7 neçə dəfədir? 4 dəfə. Bir dəfə də çıxdı 28, qaldı 5. Bu gün uşaqlar ikinci gündür də. Bunu yəqin ki bilirik. Bu gün ikinci gündür. Və biz tapdıq ki 5 gün qalır. Uşaqlar 5 gün qalırsa və gələcək 70 isə üstünə 5 gəlirsiniz, hə? 2-nin üstünə 5 gün gəlsək olacaq bazar günü. 7-ci gün.
Yəni bazar günü. Əla günə düşürsə olmaz. Yəni qonaqlıq verə bilərsən, pulunu hamımız gələ biləcək. Heç bir şey olmayacaq. Düzü Novruz var, nişan meybi yoxdur. Sualı olan. Müəllim 2-nin üstünə 2-ni hardan aldıq ki, üstünə 5 gəldik? Bu gün ikinci gün deyil ki. Bu gündən hesablayırıq. Bu Ha, gündən hesabladıq, hə? bəli. İkinci gündən hesabladıq, 5 gündə gəldi üstünə. Oldu bazar günü. Çünki 5 gün qaldı axı. Bil 14 həftə tam keçdi, 15-ci həftədən 5 gün qalıb. Üstünə 5 gəldim ona görə də. Kimin nə sualı var burada? Müəllim, Mən bu başa düşmədim yəni. cavabı başlasan sonra sual verim. Nəyə başa düşmədin? Kimsə başa düşmədim dedi. Hansı hissəsi Mən aydın olmadı? 9 martdan 22 marta necə gəldik? 22-dən 9 çıxım oldu 13 gün. Bildim ya müəllim, o indi başa düşdüm. Başqa sual olan? Müəllim, Bəli. səhifə ilə vərəqin fərqi nədir? Vərəq arxalı önlüdür, səhifə bir tərəfidir. Eyni də xay müəllim. Eyni şey deyil, ay informatika cahili. Bax, birində ön tərəf, arxa tərəfi var. Birində isə sadəcə ön tərəfidir. Ya da Sən bu vərəq bir Word-da dənədir, patroklarını səhifə iki yazırsan. Necə? ya da vərəq bir dənədir, səhifə amma iki tərəflidir də. Hə. Onda bəs biz niyə 176-da vərəq bir tərəflidirsə 2-yə bölürük? Vərəq iki tərəflidir, səhifə də bir tərəfli olan. Hə, tamam. Heç sormuşsan, informatika oxumamısan deyirsən. Çap məsələləri falan hamısı Allaha əmanət gedib. Yaxşı uşaqlar, bir dəfə də geri qaytaraq. Oktyabrda, nə bilim, sentyabrda falan ad günü olan. Məndə Yoxdur. sentyabrın 15-i özdə. Hansı aya soruşam, sənin ad günün oradadır. Sən ildə neçə dəfə olmusan? Bu 100% mənkidir. Sentyabrın 15-i Rijbi Universitet başlayan gün özdə. Yəni tutuzdurmuşam konkret. İndi sənin ad günü tapaq. 9 dekabrdan gedirik. Hüseynin bilik gününə gedirik. Sənin ad günü tapırıq biz adı. 9 dekabr 2026-dan 26 deyil, 25 deyil. Bir getdik qabağa. 9 dekabr 2026 25. Gedirik geriyə. 15 sentyabr 2025-ə görə indi bilik günü neçəncəyə düşürmüş. Sonra geri gedəndə də eyni şeydir. 9 dekabrdan birinci gedirik hara? Amma geri qaytarırsa 9 noyabr, nə bilim 9 oktyabr. Bir dəfə də geri qaytaraq 9 sentyabr. Sonra 9 sentyabrdan sonra 15 sentyabra gedərəm də, o rahatdır. İndi uşaqlar 9 noyabrdan 9 dekabra neçə gün keçdiyini tapmaq üçün noyabra baxırsınız, dekabra yox. Noyabr 30 olduğuna görə burada 30 gün keçir. 9 oktyabrdan 9 noyabra 31 gün keçir. 9 sentyabrdan oktyabra sentyabr 30 olduğuna görə 30 gün keçir. Amma uşaqlar, məndən 9 sentyabr lazım deyil, 15 sentyabr lazımdır. Buradan 6 çıxacaqsınız. Aydın oldu. Çünki 6 dənəsindən çıxacaqdı orada, 15 sentyabr lazım idi mənə. Normalda 30 gün keçirdi, amma mən 15-indən gələcəm deyə 6-sını çıxdım. Bunları toplayırıq. Bu neçə edir? 31, 30, 24. 62 üstə 24, bu da olacaq 86. İnşallah ki, düz topladıq. 24, 31, 50. Bu necə topladım mən? 86 elədi. 24 üstə 31, 86 eləməcə bu 85 eləyər. Burada məndə də kafa getdi deyəsən, bu 85 eləyir. 85. Sonra uşaqlar nə edirsiniz? Bu 85-i bölmək lazımdır 7-yə. 85-i böldüm 7-yə. 85-i 7-yə böldük 1 düşdü. 7 çıxdıq 15 elədi. 15-i də 7-yə böləndə 2, 14, qalıqda 1 qaldı. Yəni qalığımız 1-dir. Əvvəl uşaqlar bizdə ikinci gün idi. Qalıq da 1 qalıb. İndi uşaqlar sizcə geriyə gediriksə, neyniyəcək? Toplayacağıq yoxsa çıxacağıq? Çıxacaq. Hə, çünki geriyə gedirik. Ona görə də bir gün geriyə gedirik. Bir gün geriyə getsək, neçənci gün olacaq? Birinci gün. Həqiqətən də bu illəri bilik günü birinci gün olmalıdır. Birinci gün idi. Aydın oldu indi bu. 85 hardan gəldi? Aynı olaraq topladığımda 30 çıxaltı, 131, 130 oldu 85. Hüseyin ad günü birinci gün yəqin ki, düz tapmışıq. Səhv olmaz. Müəllim, bu Bəli. dekabrdan noyabra keçəndə dekabrın. Səsin çox dərindən gəlir, heç nə eşitmirəm. Bu dekabrdan Allah, noyabra gəlib buyurdu. keçəndə dekabrın gününü götürürük, noyabrın günün. Noyabrın. Həmişə əvvəlki ay. Əvvəl noyabr. Hə, arxaya gedirik axı. Bəli, düzdür. Yox, arxaya da getsən, nerə də getsən həmişə əvvəlki aya baxırsan.
Bu da aydın oldu. Yaxşı, bir də Aydın. zamanda səyahət eləyək. Sualı olan Mən deyim, baxacaq. arxaya gedəndə məsələn 30-6-da, əvvələ gedəndə 30+6 olur. Arxaya gedəndə çıxaq. Yox. Burada niyə 30-dan 6 çıxdım? Hı -hı. Çünki mən getmişdim 9 sentyabra. Ona görə 6 çıxdım ki, yarım 15 sentyabra. İlərdə getsin eyni şey olacaqdı, dəyişməyəcəkdi. Hə, tamam. Mənim bəs keçid dövründə olsa, məsələn, ayın 9 dekabr hesablayırıq, amma yanvarın ad günü olanı hesablasaq, il dəyişəcək, amma rəqəm dəyişməyəcək. Ora gəlirik də, ora gəlirik. Yanvarda ad günü olan, Mənəm, Hüseyn deyəcək ki, yanvarda da ad günü olan. mənim. Neçəsidir? Yanvarın 14-ü. Yanvarın 14-ü. Bu çox yaxın. Yaxşı hesablayaq. Amma səni bəs qozaldacaqda üzürü say. Bu gün Çox 9 bildik. dekabr. 9 dekabr 2025. Bunu bildik də bu ikinci gündür. 14 yanvar 2036. Artıq qocaldın, cəmaət sən artıq xala bibidir. Uşaqlar, illər üzrə irəli gedəndə birinci gedib çıxmalısınız həmin tarixə, ondan sonra illərə baxmaq lazımdır. Yəni birinci gedirik 14 yanvar 2026-ya. 9 dekabrdan gedirik hara? 9 yanvara, oradan da 14 yanvara da. 14 yanvar. 36 niyə görə yazdıq? 2036 tapacağam çünki. Ona görə yazdım. Hə, yəni nə vaxt istəyirsinizsə o vaxtı tapmaq üçün Hə, özümə yazmışam. evə atıram. Yəni, kitabdakı sualları yazmıram, özümə evə rəqəm atıram. 9 dekabrdan 9 yanvara 31 gün keçir. 9 yanvardan 14 yanvara da 5 gün keçir. 31 üstə 5 olur 36. Yəni uşaqlar 36 gün qalıb bunun ad gününə. 36 gün qalıbsa, görə indi bunun ad günü neçənci günə düşəcək? Hələ mən 2026-dakını axtarıram, amma 2036-nı axtarmırıq. 36-nı 7-yə bölürəm, düşür 5, 35. Qalıqda 1 qalır. Yəni sənin, əvvəlcə bunu burada bir yer yazaq da. 3-cü günə gəlir. 9 dekabr 2026-dakı ad günün 9 dekabr yox, yanvar. 9 yanvar 2026-dakı ad günü gəlib düşəcək 3-cü günə. Bu olacaq 3-cü gün. Mənim 14 yanvar olmur. 14 yanvar. Sənin ad günündən düz tarixindən başqa hamısını yazdıq. 14 yanvar 2026-dakı ad günü olacaq 3-cü gün. Sonra həmin tarixə gəlib çıxandan sonra artıq illərə baxmalısınız. Əgər fikir vermisinizsə, hər il ad gününüz bir gün qabağa gedir. Hər il yox deyil, hər il 4 il istisnadır. Məsələn, tutaq ki, keçən illər bazar günü idisə, bu illər birinci gündür. Bir ilsə 2 idi. Bunun bəs səbəbi nədir? Çünki uşaqlar, onu burada bir yerdə yazsam, 365-i 7-yə bölsəz qalığa 1 düşür. 365 bölünsün 7. 36-da 7 5 dəfə, 35 çıxdınız. 15-də 7-də 2 dəfə. 14 çıxırsınız, qalır 1. Yəqin ki, bunu sorğulayanlar var idi. O sualınıza cavab. Hər il ad gününüzün bir gün qabağa getməsinin səbəbi 365-i 7-yə böləndə qalığın 1 olmasıdır. İndi uşaqlar, bəs 366 nə olacaq? 366-nı 7-yə böləndə orada uşaqlar qalıqda 2 qalacaq. 366 bölü 7. Olacaq belə 5, 35, 16, 16-da 7, 2, 14, 2. Yəni, il əgər 365 gündürsə, bir gün qabağa gedir. Yox, 366 gündürsə, 2 gün qabağa gedir. Ona görə də illər üzrə gedəndə, yəni növbəti illərə keçəndə sadəcə baxın ki, bu il 365 yoxsa 366-dır. 366 olanlardan 2 gün gələcək, 65 olanlardan 1 gün gələcək. Biz onu nə biləcəyik 366-65-dir? Ona bayaq dedim də, şurada 4-ə bölünən illərdə 366-dır. Hansılar ki 4-ə bölünür. Biz indi hara gedəcəyik? Biz şurada 2026-dan, baxın burada. 2026-dan gedirik 2036-ya. 2026-dan 36-ya kimi 4-ə bölünən hansılar var? 2028. Bunu başqa nə yazım ki, bir-birinə qarışmasın. 4-ə bölünən şurada 2028 və 32-dir. 2028 və 2032-dir. Əslində uşaqlar 2036 da var. Bu da 4-ə bölünür. Amma niyə nəzərə almırıq? Çünki uşaqlar 2036-da 29 fevraldan əvvələ baxıram mən. 14 yanvara baxıram. 29 fevrala çatmıram da mən 366 olsun. Əgər məsələn ad günü 14 yanvarda yox 14 martda olsaydı, yəni fevralı keçsəydik, nəzərə alacaqdım. Amma çatmıram deyə nəzərə almıram. Çünki mən artıq 14 yanvardayım, 29 fevrala çatmırıq. Ona görə də bunu götürmək sadəcə ikisi. Dedi ki, 4-ə bölünən illərdə qalıq neçə qalır? Qalığımız baxın 2-dir. Bunların hərəsinə görə 2 gün qalıq qalacaq. Buna görə də 2 gün, buna görə də 2 gün. Bunların hərəsindən 2. Aradan şolar 10 il keçir axı. 10 ilin ikisinə baxdı. Neçəsi qaldı? 8-i. O qalan 8 ilində hər birinə görə 1 gün qalıq qalacaq. Onlar çünki 365-dir.
8 vur 1. İndi hesablayanda 8 üstə 4 edir 12. Yəni şu an 12 gün qalığımız qalır. 12 gün. O da 7-yə bölürsüz. 12-ni bölək görə 7-yə böləndə neçə eləyəcək? 12 böl 7. Düşəcək 1, 7 çıxacaq 5. Yəni uşaqlar 5 gün qalır. 2026-dakı 3-cü gün idi axı. Onda 2036-dakı 5 gün qalırsa üstünə 5 gün gəlirsiniz də. O da eləyəcək 1-ci gün. Yəni baxa bilərsiniz kalendarda 14 yanvar 2036-dakı ad günü düşəcək 1-ci günə. Neçə yaşın olacaq? Müəllim, zəhmət olmasa Hə. axır hissəsini bir də izah edə bilərsiniz. O 2036-da niyə 8 vur 1 yazdıq? Orasını başa düşmədim. 2036 8 vur 1 yazmadım. 2036 buradan silin, bu bizi çaşdıracaq. Uşaqlar, baxırsınız ki 4-ə bölünən illərdə dedi ki 2 qalıq olmalıdır. Mən də birinci baxdım ki arada 4-ə bölünən hansılar var. O da 2028-dən 32-dir. Bunların hərəsinə görə 2 gəldi. Bu heç. Sonra da aradan 10 il keçir axı. 2026-dan 36-ya 10 il keçir. 2 dənəsi 2-dirsə, qalan 8 dənəsi də 1 olacaq da. Yəni 2027-də, 29-da, 30-da, 31-də, 33-də filan bunların hər birində 1 il qalır, 1 gün qalacaq. 8 il qalıb axı yerdə. 8 dənə də 1. Olacaq toplam 12 gün. Aydın Böldüm oldu qalıb müəllim. elədi 5. Başqa sual olan? Yoxdur ki. Təqvimlə bağlı bu qədər. Təqvim beynimizi yandırdı. Uşaqlar bina blok məsələlərinə baxırıq. Bir dənə asanlığını deyim, o rahatdır. Sonra pilləkənə keçərik. Sualın cavabı nə oldu indi? Bu sualın cavabı heç nə. 2036-dakı ad günü olacaq 1-ci gün. Yox, müəllim, öz sualınız 198 gün sonra nəsə. Hə, onu da böl də 7-yə. 198-i böl 7-yə. 2, 14, 58. 58-i 7-yə böləndə 8, 56. 2 gün qalır da 2 gün apar qabağa. Neçənci gün yetişir üstünə 2 gəl. Aydın oldu. 198 nə idi? Deyə də bilmərəm. Necə? 199 nə idi müəllim? Bunun nə əlaqəsi? O 46-cı sualdır, bunu soruşuyor. Başqa sual olan? Yoxdur. Getdik onda. Gəldik bina blok məsələlərinə. Birinci burada 93-ü oxuyun, 93-ə baxaq. Bu aşağı rahatdır, təqvim kimi biraz ağır deyil. 93. Sən oxuyun yazaq. Yəqin ki, oxuduq da artıq. Uşaqlar bizə bina verib, nə bilim tutduğu orada ev sayını verib ki, bu qədər ev tutur, nə bilim nə edir. Və axırda soruşur ki, bunun 211 nömrəli mənzil harda yerləşəcək? Uşaqlar həmişə belə suallarda birinci nəyə tapırsınız? Birinci tapırsınız ki, bir mərtəbədə neçə ev var? Bir mərtəbədə olan evlərin sayı da 93, 94, 95, 96, 4 dənə də 4 ev var. Sonra tapırsınız ki, bir blokda neçə ev var? Bir blokdakı evlərin də sayını tapanda 16 mərtəbəli binadır. Hər mərtəbədə 4 ev. 16-nı vurdum 4-ə, 64 ev tutur. Deməli, bizim binamızın bir mərtəbəsində 4 ev var və hər blokda 64 dənə ev tutur. Orada mənzil yazıb qısa olsun deyə ev yazıram mən. Uşaqlar, bizdən nəyə soruşur? 211 nömrə soruşmur. 211-i bölürük 64-ə. Görək birinci neçənci bloka düşür. 211-i 64-ə bölsə düşür 3. 3 vur 64 edir 192. Bunun da çıxanda olacaq 19. Yəni ki, uşaqlar, bizim evimiz düşməlidir 4-cü bloka. Niyə 4-cü blok? Çünki artıq bizdə 3 dənə blok tam doldu da. Bu 4-cü blokda olmalıdır. 3 blok, hərəsi 64 evdən 192 ev doldu. Bizim evimiz artıq 4-cü blokun 19-cu evidir. Tapdıq ki, 4-cü blokdur. Bəs mərtəbə tapanda onu da gəlin buradan yazım. 19-u, 4-cü blokun 19-cu evidir axı. Bölürük hər mərtəbədəki evlərin sayını, yəni 4-ə. 19-u böldüm 4-ə. 4 mərtəbə tam doldu, 16 çıxdıq. Yerdə qaldı 3. Deməli, uşaqlar, bu 5-ci mərtəbədədir. 5-ci mərtəbənin 3-cü evidir. 5-ci mərtəbədə 3-cü ev. 4-cü blok 5-ci mərtəbə. O da hardadır? 4-cü blok 5-ci mərtəbə C variantı. Bir dənə bilsiz hansı tam çatdı? Mərtəbə çatdı, amma 3 orada düşdü 64-ə böləndə. 4 niyə keçdi? Çünki tam Çünki 3 dənə blok tam doldu, bu 4-cü bloka keçir də.
Hə, tamam, çatdı. Başqa uşaqlar sual olan? Mərtəbəni necə tapdıq orada müəllim? 5-ci mərtəbə Mərtəbə olduğunu. 19 dənə ev qalmadı yerdə. Hər mərtəbədə 4-4 tutur. 4 mərtəbədə olduğunu bu 5-ci mərtəbədədir Hə, də. bildim. Çox sağ olun. 94-ü işıq sürəti ilə yazırıq, sonra keçək pilləkən suallarına. Daha ağır olardı. 94-ü mən tez yazım. Müəllim bayaq 16-nı necə tapmışdıq? Özü vermişdik 16 mərtəbədə. Hə. Yəni bina biz tikmirik. Bina hazır sağ olsun tikib bizə verir ki, 16 mərtəbədə. Hə, düz uşaqlar 5-ci blok 2-ci mərtəbə olmalıdır. Niyə 5-ci blok 2-ci mərtəbə? Çünki mən bunu baxsam, bir mərtəbədə 4 dənə ev var və bir bloku tapsam, artıq bizim bina 14 mərtəbəlidir də. 14-ü vururuq 4-ə. Bu deyir 56 ev. Yaxşı, 231 soruşmur. 231-i bölürük 56-ya. Bunu da böləndə düşür 4, vuranda 224. Çıxırıq eləyir 7. 4 dənə blok da oldusa, o 5-ci bloka düşməlidir. 5-ci blok. Və mərtəbəni tapmaq lazım olanda uşaqlar 5-ci bloka düşdü. Mərtəbəsini axtaranda da ki 7 deyil, 7-ni bölün 4-ə də hər mərtəbədə 4 ev idi. Bir mərtəbə tam doldu, çıxdıq, düşür 2-ci mərtəbəyə. Oldu 5-ci blok 2-ci mərtəbə. O da C variantı. Yox, heç yox 2-ci mərtəbədə. Sualı olan? Hanı məşğular, bu da aydındır. Yaxşı, bunu da bildik. Bunu bağladıq. Burada axırda pilləkən sualları var. Onları mən buradan izah eləmirəm. Dimin kitabından izah eləyəcəm. Buradakılar özünüz baxarsınız. Bircə saniyə bunu bağladıq. Dimin kitabı. 29-u oxuyun, 29-a baxacağıq. Birinci sadəsi 29-u, bir dəfə onu oxuyun, sonra 29-a baxaq. Bu sual mənə tanış gəlir. Hansısa sınaqda görmüşəm elə bil. Yox, bunu biz heç bir sınağa salmamışıq elə ki. Heç də görə bilmərsən. Ləkənlə bağlı. Uşaqlar, bu arada şərait hələ ki edəcəm. dediklərimdən ən çox düşmə ehtimalı olan budur. Çünki dimin axırıncı sualı bulardı. Bayaqçılar köhnə suallardı. Bu isə axırıncı sualıdır. Oxuduqda yəqin ki. Uşaqlar, bu pilləkən suallarında yazırıq bura. Pillə və çatma versiyasının sayı. Pillə və çatma versiyasının sayı. Orada bizə bunu biraz aşağıdan yazın. Bunu sonra gelişdirə bilərik. Çatma. Əslində bizdən soruşur 5-ə kimi. Mən biraz artıq yazacağım. Hardasa 7-8-ə kimi baxarıq. Tutaq ki, birinci pilləyə, ikinci pillə, 3, 4, 5, 6, 7, 8. 8-ci pilləyə kimi tutaq ki, görək neçə format çata bilərik. Həmişə uşaqlar bu suallarda addımlarına baxsın. Çünki addıma baxmazsa bir şey tapa bilməyəcək. Addımlar da nədir? Ya 1-1 çıxır, ya da 2-2 çıxır. Və hər birində döşəmədən çıxır. Yəni uşaqlar sıfırdan ora kimi qalxma versiyanına baxmalıyıq. Birinci uşaqlar fərz edək ki, birinci pilləyə çıxmalıyıq. Birinci pilləyə neçə fərqli formada çıxa bilərik? Yalnızca bir fərqli formada. Bir addım atarsan çıxarsan.
Amma ikinci pilləyə ya 1-1 çıxarsan, ya da birbaşa 2 addım çıxarsan. Yəni 2 dənə fərqli forma var. Üçüncü pilləyə gələndə ya uşaqlar 1-1 çıxacaqsınız, 1-1-1, ya 1-2 çıxacaqsınız, ya da 2-1 çıxacaqsınız. Yəni 3 dənə fərqli forma var. Bura olacaq 3. Dördüncü pillədə artıq aləm dəyəcək bir-birinə. Ya 1-1 çıxacaqsınız, 1-1-1-1, ya 2-2 çıxacaqsınız, ya 1-1 çıxıb axırda əsəbləşib 2 çıxacaqsınız, ya 1-2-1 çıxacaqsınız, ya da 2-1-1. 2, 1, 1. 5 versiya var artıq burada. İndi uşaqlar, bunu oturub əllə hesablasam, təbii ki, dünyanın axırı nə qədər vaxtım gedəcək, həm də ki, səhv bilmə ehtimalı artacaq, hansısa biri yaddan çıxacaq, gedəcək səhv. Uşaqlar, bunun rahat qaydası var. Rahat qaydası nədir? Rahat qaydası uşaqlar odur ki, burada həmişə Fibonacci ardıcılığı alınır. Amma hansı Fibonacci? Neçə çıxırlarsa, baxın burada 1, 1 və 2, 2 çıxırlar. Uşaqlar, neçə çıxırsa, hər bir növbəti həddi tapmaq üçün özündən əvvəlkilər həmişələr toplayırıq. Məsələn, bu 1, 1 və 2, 2 çıxır deyə 5-i tapanda özündən əvvəlki birinci ilə ikincini toplayırsınız. 3 ilə 5-in cəmi burada olacaq 8. 6-cını tapanda 8 ilə 5-in cəmi 13. 7-ci tapanda 13, 8, 21. 8 lazım olsa 13, 20, 34. Amma həmişə belə ardıcıl Fibonacci olmur. Yəni bu 1, 2 çıxır deyə belə oldu. Məsələn, burada desəydi atdımı ya 1 ya da 3-dür. Orada şular özündən əvvəlki birinci ilə üçüncüyü toplayacaqdınız. Məsələn, buranı tapanda özündən əvvəlki birinci 5, üçüncü də 2. 5 ilə ikincini bura 7 eləyəcəkdi. Yəni neçə çıxmasından asılıdır o. Əgər 1, 2 çıxırsa özündən əvvəlki birinci ilə ikinci. Yox, nə bilim 1, 3 çıxırsa özündən əvvəlki birinci ilə üçüncü. 1, 4 çıxırsa birinci ilə dördüncü və s. Bir də neçəyə kimi əllə tapmaq lazımdır. Mən burada izah eləmək üçün biraz artıq tapdım. Neçə pillədirsə maksimum ora kimi əllə baxsa kifayətdir. Məsələn 1, 2-dir, daxı 2-yə kimi əllə baxsa kifayətdir. Qalan Fibonacci-ni tapmaq olur. Bu arada cavablara gəlsək, 5 pilləyə çıxma versiyasının 8 oldu. Bu oldu Y. 3 pilləyə elə 3-dür C. 4 pilləyə də 5-dir. O da olacaq B. Burada kimə aidin deyil. Müəllim, orada Bəli. çatma ardıcılıqları 3, 5, 8 yazısı. Onları necə tapdıq? 3 ilə 5-i buradan özüm tapdım. Məsələn 3-ə baxsan, ya 1-1 çıxacaqsan, ya 1-2 çıxacaqsan, ya da 2-1 çıxacaqsan 3-cü pilləyə. 1 addım, 1 addım, 1 addım sonra 2 addım, 2 addım sonra 1 addım. 3 fərqli formada. 5-ci, 4-cü pillədə həmçinin 1 1 2 2 1 1 2 1 2 1 2 1 1. Amma 5-ci etibarən Fibonacci-yə keçdim. Bu 1 2 çıxır deyə özündən əvvəlki birinci ilə ikinci toplayırıq. Özündən əvvəlki birinci 5-dir, ikinci də 3-dür. 5 ilə 3-ün cəmi oldu 8. Məsələn 13-ü tapanda 5 ilə 8-in cəmi 13 və s. İndi aydın oldu. Bəli, bəli. Çox sağ olun. Bizdə 8 pilləkəndən daha çoxunu soruşa bilər. Təbii ki, mən misal üçün 8 yazdım. 13 14 ola bilər. Məsələn 34-ü oxuyun. 34-ə baxaq. Yəqin çox oxuduq da. İndi sizcə nə edəcəksiniz? Siz deyin, mən də yavaş-yavaş burada pillələri düzüm. Neçə çıxır bu? Ya 1 ya da 4. Deməli biz ən azı 4 dənəsini özümüz baxmalıyıq. Bu arada yazaq da birinci pillə 2, sonra 3, 4, 5, 6, 7, 8, 9, 10. Lazım olsa ardına baxarıq da. Bu çıxır ya 1-1 ya da 4-4. Ya 1-1 ya da 4-4. Uşaqlar ya 1-1 ya da 4-4 çıxırsa birinci pilləyə neçə fərqli formada çıxa bilər? Sadəcə Sizcə 1. biri
Sadəcə 1, Bir çünki bir forma. addım atacaq, çıxacaq. Bura sadəcə 1-dir. İkinci piliyə bəs. Orada 1 müəllim, 4-ə Orada qədər 1. 1. Çünki 4-ə qədər 1 olacaq. Bunun addımı ya 1 ya da 4-dür axı. Bunun addımı ya 1 ya da 4-dürsə, axıra kimi 1 4 getəcək. Baxın, burada 1-dir. O bir addımı çünki böyükdür. 4 addım atsa çox olacaq. Üçüncü pilləyə də 1-dir. Yalnız 1-1 çıxa bilər. Üçüncü pilləyə yalnız 1-1 addım atacaq. 1 1 1 1. Ancaq belə. 4-də bəs sizcə neçə olacaq? Bir dəfə 4 ya da 1 1 1. Hə, yəni 2 olacaq da. Ya 1-1 Bəli. çıxacaq. Aferin Aysu. Ya 1-1 çıxacaq. Ya da ki əsəbləşəcək birbaşa 4 çıxacaq. 2. Sonra bura çatandan sonra axı 4-ə çatdıq. Qalanına Fibonacci baxa bilərsiniz. Necə Fibonacci? Neçə çıxır? 1 ya da 4. Deməli mən hər bir növbətçisini tapanda özündən əvvəlki birinci ilə dördüncünü toplayacağam. 2 ilə birinci neçə olacaq? 3. Deməli bura 3 düşməlidir. 5-ci pilyə 3 fərqli formada çıxa bilər. Özündən əvvəlki birinci ilə üçüncü. Bəs yaxşı, 6-cı pilyə neçə yazacağıq? 6-cı pillə. 6-cı sınıq oluruq orada deyir ora çıxmalı. Hə. Uşaqlar sınıqdır, sonra çıxa bilməkdir. Uşaqlar onu bir nəfər oxuymuş. Sınıq pilləkən sonra sən çıxa bilməzsən. Sınığı sən çıxda düşəcək yerə. Yəni bura 0 yazacağıq. Bura çıxa bilmirik çünki sınıqdır. İndi 7-ni tapanda özündən əvvəlki birinci ilə dördüncünü toplayıram da. Özündən əvvəl birinci 0-dır, dördüncü də 1-dir. 0 üstə 1 bu olacaq deməli elə 1. Uşaqlar 8-i tapanda özündən əvvəl birinci 1, dördüncü 2. 1 üstə 2 3. 9-u tapanda birinci ilə dördüncü bu eləcə 6. 10-u tapanda 6 ilə 0 eləcə 6. Məndən nəyi soruşurdu? Bir rəqəmli olan ən yuxarı pillə. Hələ ki bir rəqəmdə onu da davam eləyək. Düzə keçsin. 11, 12, 13. Harda 2 rəqəm olsa dayanacam. Deməli 11-dən 6 ilə 1-i toplayıram. Olur 7. 12-də isə 7 ilə 3-ü toplayıram. Hə, artıq bu dayandı. Sonra bizə bir rəqəmli deyir axı. Onda axırıncı bir rəqəmlə bunu götürmürük. Bu heç. Burada dayandıq. Axırıncı bir rəqəmlə burdadır. 7-dir. O hansı pillədir? 11-ci pillə. Deməli, ən yuxarı pillə bir rəqəmli olan çatma versiyasının sayı bir rəqəmli olan ən yuxarı pillə hansıdır? 11. Ona görə cavabımız olacaq A variantı 11. İndi bununla bağlı sualı olan. Müəllim, bunu bir də izahləyə bilərsiniz, zəhmət olmaz. Hə. Baxın uşaqlar, burada həmişə özündən əvvəlki baxırıq ki, neçəsi gedəcək. Birinci pilləyə 1 olmalıdır, 2-yə 1 olmalıdır, 3-ə 1 olmalıdır. Çünki bu 4-4 çıxır. O biri addımını atsa çox olacaq. Başqa versin yoxdur, gəlib 1-1 çıxarsan. 4-ə gəldin, çıxdın. 4-ü ya birbaşa çıxacaqsan, ya da ki 1-1 çıxacaqsan. 2 fərqli forması olacaq. 5-dən etibarən isə artıq keçirik Fibonacci'dir və demişdik ki, neçə çıxırsa həmin ədədlərə baxırıq. Bu da 1-1 və 4-4 çıxır deyə özündən əvvəlki birinci və dördüncüyü toplayırıq. Özündən əvvəlki birinci və dördüncüyü toplayanda da, məsələn, 5-də eləyəcək 1 üstə 4 3. 6 niyə 0-dır? Çünki 6-cı pillə sınıqdır. Sınıqsa üstünə çıxa bilmərsiniz. Ora 0 yazdıq. 7-də özündən əvvəlki birinci 0-dır. Dördüncü də 1-dir. 0 üstə 1 olacaq 1. 3-də özündən əvvəlki birinci 1-dir. Dördüncü də 2-dir. 1 üstə 2 3. Belə toplaya gedirik. 11-ə gələndə özündən əvvəlki birinci 6-dır. Dördüncü də 1-dir. 6 üstə 1 7. Bəs niyə burada dayandım? Çünki deyirdi ki, çatma variantının sayı bir rəqəmli ədəd olan. Artıq bir rəqəmlidir, bundan sonra keçir 2 rəqəmliyə. 12-ci pilləyə çatma versiyası 10 dənədir. Ona görə artıq bu bir rəqəmlidir, onu götürmürük. Mən bir şey İndi aydın oldu çatmadı. da. Müəllim, 1 + 4 3-dədir 5-cidə. Amma Yox, 1 axın o üstə gəl 2. Birinci və dördüncü, yəni 1 üstə gəl 2. hə, tamam. Müəllim, Başqa sual olan? 5 çıxsaydı özündən əvvəl birinci ilə özündən əvvəl 5-ci 5-ci toplayacaqdı. Düz. Məsələn, uşaqlar 2 3 çıxsaydı özündən əvvəl ikincinin üçüncü. Neçə çıxırsa olar. Bu da aydındır. Yaxşı, pilləkəni bildik, pilləkənlə çıxdıq. İndi bir dəfə də liftlə çıxaq. 38-ə baxırsınız. Mənim çox olmadı bu gün üçün. Yox. Zaten 2 dənə şey qalıb. Bunu da deyim, birini deyim, bitiririk. Bu arada bu qədər şeydən cəmsi bir sual düşəcək. Hansı düşəcək? Dərd orası düşəcək. İndi onu bilmirik. İndi bir dənə sual üçün bu qədər özümüzü öldürürük. Aylar keçən çox dəfə çətin keçdiyimizdə bu da müəllim. toplam bir Aylar sual düşür. tapmaq olmur. Müəllim, keçən dəfəki bundan 1000 dəfə mərifətli idi, Allah haqqı.
Oxuyun az danışın. Orada oxuyun dedim. Söhbət eləyin yox. İstərindən işləmişdik məncə nəsə qalxırdı, düşürdü. O başqa şey idi. Oxudunuz axıra kimi. Nə anladınız oradan? Nə deyir bu? Heç nə anlamadım mən. Pilləkənlə çıxsalar ondan yaxşıdır. Liftin iki düyməsi işləyir. Burada birinə sıxanda 3 mərtəbə yuxarı qalxır, birinə sıxanda 7 mərtəbə aşağı enir. Hı. Azərbaycanca bilən biri. Afərin sənə düzürsən. İnşallah bir oxuyub oxuduğunu anladı. Liftə mindiniz. İki dənə orada düyməsi işləyir. Biri 3 mərtəbə yuxarı çıxır, biri 7 mərtəbə aşağı düşür. Başqa bunun düyməsi işləmir. Bizdə birinci mərtəbədə neçəyə çıxır, ikinci mərtəbəyə çıxmalıdır. 1-dən 2-yə. Yaxşı, bunu 1-dən 2-yə çıxaracaqsa, biz birinci mərtəbədə mindik liftə. 2 dənə düyməsi var. Biri 3 mərtəbə yuxarı, biri 7 mərtəbə aşağı. İndi birinci sizcə hansını basarıq burada? 3 mərtəbə 3 3 mərtəbə yuxarıda, Aşağı 7 aşağı gərək yerin dibinə girəsən. -6 niyə girək? 3 mərtəbə yuxarı. Çıxdıq 4-ə. Burada hansını basırıq? yenə 3-ə basacağıq. Hə, çıxdıq 7-yə. Burada bəs hansını basırıq? Yenə 3-ə basıb sonra aşağı Hə. düşərik. Çünki uşaqlar burada 7 aşağı çıxsaz, 0-a düşür, 0 yoxdur. Gəldik 10-a. Artıq uşaqlar onda 2 dənə versiya var. Ya 3 mərtəbə yuxarı çıxa bilərsiniz 13-ə. Ya da 7 mərtəbə aşağı 3-ə. Yaxşı, bəs 13-də sizcə nə etmək lazımdır? 15 mərtəbəli binadırsa. 3 yuxarı çıxa bilmərik də. 3 yuxarı 16-dır. 16 havaya düşür. Orada mərtəbə yoxdur. 7 aşağı Gələk 7 düşmək tutaq. lazımdır. 7 çıxdıq, qayıtdıq 6-ya. 3-dən də aşağı düşə bilmirik. Buradan da 3 yuxarı çıxırıq. Yəni uşaqlar hansı yolla yol gedirsə gedin 6-ya qayıdıb gəlirsiniz. Fərq eləmir. Yuxarı çıxın, aşağı düşün. 6-da aşağı düşə bilmirəm də 3 mərtəbə çıxdım. Getdim 9-a. Bəs 9-da nə iş görə? İkinci mərtəbəyə düşmək lazım idi. 7 geri qayıdırıq. Hə. 2. 2 dəfə də 7 mənfi 7-ni əslində yuxarı çıxa bilərdim, amma 2-yə düşmək lazımdır axı. 7-ni bassım, düşdüm 2-yə. Sonra görürsüz, birinci mərtəbədən çıxdıq ikinci mərtəbəyə. Bizə nə deyir? Bizə deyir ki, onun hansı mərtəbədə dayanandan dərhal öncə yuxarı yoxsa aşağı istiqamətdə hərəkət etdiyini müəyyən etmək mümkün deyil, müəyyən etmək olmur. Siz uşaqlar hansı mərtəbədə mən bilməyəcəm ki, bu Hansı yuxarı getdi, mərtəbədə yoxsa olacaq? aşağı getdi. Hə. 10-cu mərtəbədə. Çünki uşaqlar 10-cu mərtəbədə mən bilməyəcəm ki, bu yuxarı gedim, yoxsa aşağı gedim. Çünki ikisi eyni yoldur. İndi aydın oldu bu. Sualı olan. Bir də soruşa bilər ki, ən tez neçə addıma gedə bilərik? Uşaqlar addımların sayını sayanda bir tərəfin sayını bəsdir. Baxın 1, 2, 3, fərqi yox, yuxarı aşağı eniş etdi. 4, 5, 6, 7 addımda. Yəni birinci mərtəbədən ikinci mərtəbəyə çıxmaq üçün gərək 7 dəfə orada düyməni basasınız, ondan sonra çıxa bilərsiniz. Bu da aydındır. Pilləkənlə çıxsa daha tez çıxar. Bax, Yük qaldırır, əlində apara bilmir. Bax deyir ki, yük. Aydın oldu indi bu. Yaxşı, son olaraq bir dənə də qum saatına baxaq. Ondan da bugünlük bu qədər bəsdir. 109-u oxuyuruq. 109-dan cəmsi kitabda bir dənədir. Ona görə özüm 2-3 dənə atacağam. Evdə olar yazarsınız. Yaxşı ki, bir dənədir. Atacağım zaten özüm bir ikisini. Evdə yazarsınız deyə. Siz bunu oxuyun. Mən də bura bir əlavə edeyim. Əmr anı nə demək? Əmr ver lan al. Nə ola bilər? Yəni zabitin əmr verdiyi an. Deyəsən artıq beyniniz təmiz dayanıb.
Oxudu da yəqin ki. Uşaqlar, bu da dimi model suallarından biridir. Düzdür, hələ ki qəbul düşməyib, amma bunu 2 ildir, 3 ildir həm sınavda görürük, həm də model sualların arasında falan gəlib düşə bilər. İzah eləyəcəm. İzah eləyəcəm. Sonra şablonu da deyəcəm. Başa düşməyəcəmsə şablon əzbərləyər. Bir də bu arada uşaqlar, orada həmişə bunların üçü olmur. Bu dördüncü də bəzən verilir. Yəni bu dördündən üçü olur da. Ona görə dördüncü yazım ki, əmr anında soruşa bilər. Yəni əmr anında hansını çevirəcəyik? Uşaqlar, nədir burada məsələ? Əsgər, sabit əsgərə deyir ki, 5 dəqiqə sonra hücuma keçmək lazımdır. Amma bu yazıq əsgərin saatı yoxdur. 2 dənə qum saatı var bunun. Biri 3 dəqiqəlik, biri 4 dəqiqəlik. Gərək o 3 dəqiqəlik və 4 dəqiqəlik qum saatlarını çevirsin, onların vasitəsilə 5 dəqiqə ölçsün. Ki 5 dəqiqə sonra hücuma keçsinlər. Əmr buna belə gəlib. Bu yazığın 2 dənə saatı var. Birinci uşaqlar, əmr anında həmişə gərək hər iki saatı çevirəsiniz. Gərək qum saatlarını çevirsin ki, başlasınlar axmağa. Həmişə sizdən əmr anını soruşanda, əmr verilən anda gərək hər ikisini çevirək. Yəni 4-ə uyğun deyə olmalıdır. Yəqin ki, bu hamıya aydındır. Çünki onu çevirməsəz axmayacaq. Da axmasəz bu hardan biləcək saat neçədir? Yaxşı, hər ikisini çevirdi, başladı axmağa. Birinci bizə nəyə soruşur? 2 dənə orada qum saatı çəkirəm də mən burada. 2 dənə qum saatı. Bu olsun balaca qum saatımız. Bu 3 dəqiqəlikdir. Bu da olsun böyük qum saatı. Bu da 4 dəqiqəlikdir. Birinci bizdən soruşur ki, 2 dəqiqə sonra hansını çevirəcək? Sizcə uşaqlar burada 2 dəqiqə sonra hansını çevirməliyik? 3 çevirmə. Müəllim, elə bir ikisini də eyni anda açanda 4-ün yarısı gedir. Oradan 2 dəqiqə, buradan 3 dəqiqə, 5 dəqiqə olur da. Nə bilin ki, 4-ün yarısıdır? Gözləri baxır. 4 dəqiqənin yarısını görmür, yarısı töküb, yarısı Axı tökmür. onu qumda bilmir, qumun yarısı hardadır. Hə. Uşaqlar 2 dəqiqə sonra heç birini çevirə bilməz. Nə biləcək 2 dəqiqə keçdi? Bu qum saatıdır. Saat deyir ki, baxsın 4-ün yarısı getdi. Elə yazığın saatı olsa saata baxar da, qum saatı ilə oynasın ki. Həmişə bu sualda belə çaşdırmaq üçün onu verir. Balaca qum saatı bitənə qədər heç birini çevirə bilməz. Çünki 2 dəqiqə sonra müəyyən qədər axacaq. Nə bilsin indi bu 2 dəqiqə keçib, 1 dəqiqə 50 saniyədir, 2 dəqiqə 1 saniyədə onu tapa bilməz. 2 dəqiqə sonra, 1 dəqiqə 50 saniyə sonra, nə bilim 2 dəqiqə 30 saniyə sonra, 2 dəqiqə 55 saniyə sonra, 1 dəqiqə 15 saniyə sonra balaca qum saatı bitənə qədər heç birini çevirə bilməz. Çünki bu gözləri bilməyəcək neçə saniyədir. Onu tapa bilməz, saatı yoxdur. Yəni 2 dəqiqə sonra olacaq heç biri. Nəinki 2 dəqiqə, dediyim kimi 1.5 dəqiqədə, 1.8 dəqiqədə, 2.8 dəqiqədə heç biridir. Ancaq nə vaxt başlayacaq çevirməyə? Birinci qum saatı qutaracaq, həm beləcə ki 3 dəqiqə oldu. Onda başlaya bilər çevirməyə. Burası aydındır. Sən sorar gəlmir, deyəsən aydındır. Tutaq ki 3 dəqiqə keçdi. 3 dəqiqə sonra nə baş verdi bura? 3 dəqiqə sonra 3 dəqiqəlik tam axdı aşağı. Burada 3, burada 0 qaldı. 4 dəqiqəlik də axdı. Burada 3 dəqiqə saxıb 1 dəqiqəsi qalıb. Sizcə indi hansını çeviririk? 3 dəqiqə sonra. Çevirir. Sonra 3 dəqiqə sonra bu 3 dəqiqəlik çevirində onsuz bir axır yazır. Onun nə işimiz var ki? Bunu çevirək. Yəni balacanı. 3 O dəqiqə bir də sonra balacanı çevirir. 3 dəqiqəliyi. 3 dəqiqə sonra deməli 2-yə oynayacaq. Bu aydın oldu. Evet. Bunu çevir deyə başladı axmağa. Gəlin bunu düzəldək. Yaxşı gedək 4 dəqiqə sonra da. Şöyle bunu bu arada çevirdi deyə bu balaca qum saatı oldu belə. 3 çıxdı yuxarı, 0 düşdü aşağı. Bu da elə belədir. 1-in 3-ü. İndi gəldik 4 dəqiqə sonra. Şöyle 4 dəqiqə sonra nə baş verəcək bəs? 4 dəqiqə sonra. 4 1 dəqiqə dəqiqəlik olan keçdi də. Hə. 1 dəqiqə keçdi aradan. 3 dəqiqədən 1 dəqiqə axdı, 2 dəqiqə qaldı. 4 dəqiqəlik isə bitdi. 4 dəqiqəsi də axdı aşağı, burada bir şey qalmadı, 0 qaldı. Mənə də 5 dəqiqə ölçmək lazımdır. Yəni 1 dəqiqəm qalıb arada. Bu 1 dəqiqəni ölçmək üçün sizcə hansını çevirməlidir? Yuxarıda Dəqiqəliyi 0 çevirmək qalacaq, lazım. aşağıda 2. Dəqiqəlik. Bir dəqiqə uşaq səslər qarışdı bir-birinə. Kim nə deyirdi? Birincini çevirməliyik balacan. Hə, birincini. Yenə uşaqlar birincini çevirəcək. 3 dəqiqəliyi. Burada olacaq A. Niyə belə olmalıdır? Ola bilər bu arada ikisinə uyğun A gəlsin, hətta üçünə uyğun A gəlməli ola bilər. O da sıxıntı deyil. Yenə uşaqlar bunu çevirməlidir ki, bunun 1 dəqiqəsi çıxsın yuxarı, 2 dəqiqəsi düşsün aşağı və 1 dəqiqədə axsın. Zaten 4 dəqiqə hesablayıb 1 dəqiqədə buradan hesablayacaq, olacaq 5 dəqiqə. Yəni bu suallarda ancaq balacanı çevirir, böyüyü heç vaxt çevirmir. Böyüyü bizdə vaxt tutmağa görə var. Əmr anında şablon da belədir ki, əmr anında hər ikisini çevirməlisiniz. Əmr verilən andan balaca bitənə qədər heç birini çevirmirsiniz, dəqiqələr başqa olsa belə. Sonra da ancaq balacanı çevirirsiniz.
Böyüyü sadəcə orada vaxt tutmağa görə lazım olur ki, bilsin ki 1 dəqiqə qalıb. Bu 1 dəqiqə axanda bundan 1 dəqiqə axacaq. Mən üzr İndi bununla istəyirəm. bağlı Əmir sual anı başa düşdüm. Əmir anından sonra nə dediniz? Əmr anından balaca qum saatı bitənə qədər olan anda heç birini çevirməyəcəm. Məsələn, bax 2 dəqiqədə heç birini çevirmədik. Çünki bu bilmir axı 2 dəqiqə nə qədər getdi. Hə, tamam, indi çat. Sonra da ancaq balacanı. Müəllim, bir rəqəmə 2 variant uyğun gələ Hə, bilərmi? ola bilər, o A sıxıntı deyil. ikisinə də. Hə, ola bilər. Uşaqlar o səhv dediyimdə də olub hətta belə. İnformatikadan bir dəfə 2 variantın birinə də, ikisinə də C variantı gedirdi. Dimin özündə. Başqa sualı olan? Müəllim, əmr anı niyə görə ikisini də çeviririk? Çünki qum saatı axsın ki, bilsin də nə var orada. Qum saatı axmayandan sonra nəyə baxacaq? Yəni ikisini də çevirir ki, başlasınlar axmağa. Aydın oldu? Yoxsa normalda belə qoysa 3 dəqiqə aşağıda, 4 dəqiqə aşağıda qalsa niyə baxacaq bu? Bu qum saatlarını çevirir ki, ikisi də başlasın da axmağa. Bəli, çox sağ olun. Səndə sağ ol. Başqa sualı olan? Yoxdur deyəsən. Evdə natural axıra qədər yəqin ki, biraz yorulduq, bəs karandaş qalsın gələn səfərə. Bu arada riyazi sualları həll etmədim. Riyazi suallara keçən səfər baxmışdıq. Harda sırf qayda ilə bağlı suallar varsa, onların hamısını dedim. 63-dən 78-ə qədər, 108-ə qədər hamısını yazırsınız. Bu zabitlə bağlı da qum saatı ilə bağlı əlavə test atacağam. Əgər sualınız yoxdursa, bu günlük bu qədər. Sağ olun müəllim, gecəniz Sağ xeyrə. olun, müəllim. Dərs xeyrə. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun müəllim.